Salam, bu videoda sizlerden birlikte DİM'in 2023 ildə keçirdiği sınavın, yani sos başlığı altında çok önemli suallarımızın izahına başlayırıq. İlk sualımız şəkil ardıcılığı mövzusundan belə bir sualdır. Baxaq görə indi bu sualı necə həll edə bilərik. Ən birinci əsl qaydası ilə demiş olsaq, diqqətlə baxanda görürük ki, birinci şəkli 90 dərəcə saat əqrəbi istiqaməti boyunca fırladıb ikinci şəkli alıb, İkinci şəkli 90 dərəcə fırladıb, üçüncü şəkli biz almalıyıq. Bizim aldığımız variantdan da, cavabdan da 90 dərəcə fırlanma nəticəsində dördüncü şəkil alınmalıdır. İndi siz əgər bu şəkli 90 dərəcə fırlada bilirsinizsə, mənə nə ehtiyacınız var? Bu videonu niyə izləyəsiniz ki? Mənim sizə indi qazandıracağım biraz əlavə üsullar olmuş olacaq. İndi şəkil ardıcılığı dərsindən biz bilirik ki, bizim 4 dənə əsas istiqamətimiz var. Sol, yuxarı, sağ və aşağı. Yəni şimal, cənub, şərq, qərb. İndi hər hansısa bir hissəni götürəcəm. Daha qısa formada, şəklə bütöv baxmadan xırdalayaraq daha rahat birbaşa gəlib cavaba çıxacağıq. Əgər fırlatmanı bilmirsinizsə, yəni sizə çətin gəlirsə, təsəvvürünüz formalaşmırsa, o halda belə üsullardan istifadə edə bilərsiniz. Məsələn, birinci şəklini götürürəm. Ağlı qaralı, sol tərəfində olan bu üçbucağı. Yalnız bu üçbucağa baxıram. Görürəm ki, təpə nöqtəsi sola doğru baxır. Baxın, sola doğru bir dənə xətt çəkirəm, ox işarəsi çəkirəm. Deyirəm ki, təpə nöqtəsi sola doğru baxır. Birinci şəklimizin. İkinci şəklə keçəndə görürük ki, təpə nöqtəsi ağlı qaralı üçbucağın yuxarıya doğru baxır. Görürsünüz, yuxarıya bir dənə ox işarəsi çəkdim. Bu da oldu. İndi buradan artıq fikirləşirəm ki, sola baxırsa, sonra yuxarıya baxıbsa, nizam-intizamla hərəkət edəndə, indi artıq üçüncü şəkildə sağa doğru baxmalıdır həmin üçbucağın təpə nöqtəsi. Variantlara göz gəzdirəm, görürəm ki, yalnız C variantında o formada ağ-qaralı üçbucaq var və həqiqətən təpə nöqtəsi sağa doğru baxır. Və C variantından bir dənə də növbəti şəkli almış olsaq, yəni dördüncü şəklə gəlmiş olsaq, həqiqətən də dördüncü şəklin təpə nöqtəsi aşağıya doğru baxmış olacaq. Bütün qanuna uyğunluq düzgün gəlmiş olacaq. İndi bəziləriniz deyə bilərsiniz ki, sağ tərəfə baxan o formada təpə nöqtəsi sağ tərəfə baxan Y variantda var deyə bilərsiniz. Amma Y variantına diqqətlə baxın, qara üçbucağın həm ölçüsü oradakı kimi deyil, həm fiqurun forması fırlatma nəticəsində bu vəziyyətdə qalmaz, düzdür? Həm də ki, bir fırlatma ilə sadəcə buradakı üçbucağa baxsaq, qara aşağıda yox, buradakı kimi yuxarıda qalar. Mənə buradakı qara fikir verirsə, aşağıdaydı, düzdür? Bir dənə 90 dərəcə sağa doğru fırladanda düzəldi. Burada görsənir. Bir dənə 90 dərəcə sağa doğru fırladanda burada görsənir. Bir dənə də fırladanda artıq gəlib bu vəziyyətdə dayanmış olur. Mən Y variantı ilə ümid edirəm ki, bir probleminiz olmaz. Daha əvvəllər də izah elədiyim sual deyə aşırı artıq biraz da üzərində qalmıram. Digər variantlardan hansını ilişirsinizsə soruşa bilərsiniz, rəylərdən cavablandırmış olaraq. Mən ilk sualımızın doğru cavabı oldu 51-də C variantı. Düşünürəm ki, öhdəsindən rahatlıqla gəlmiş olarsınız. Gəldi indi 52-ci sual. 52-ci sualda, yəni 2-2 ayıraraq da, ardıcıl gedərək də bir çox üsullarla yazmaq olar. Məsəl üçün, baxın, lap deyək sizin üçün 2-2 ayıraq bunları. Deyirəm ki, birinci şəkildən üçüncü şəklə, üçüncü şəkildən də beşinci şəklə keçirəm. Belə keçəndə, hələ ki, baxın, arada qalanlara, bunlarla işim yoxdur, bunlara baxmıram. Belə keçəndə qayda qanunu öyrənməyə çalışıram da sanki. Hissə baxsaq, görürük ki, qara kvadrat yuxarıdadır, soldadır, aşağıdadır. Görürsünüz, yuxarı, sol, aşağı, saat əqrəbinin əks istiqamətində yerini dəyişir. İndi buradakı xəttə fikir versək, xəttimiz soldadır, yuxarıdadır, sağdadır. Bu isə saat əqrəbinin istiqaməti boyunca 90 dərəcə bir hər istiqamətdə yerini dəyişir. Yəni, birinci, üçüncü, beşinci şəkillər arasında bu formada qalma uyğunluq var. Amma biz 1, 3, 5-ci şəkillərdən almayacaq ki, bu sual işarəsini, düzdür? Burada bir dənə də sual işarəsi olsaydı, növbəti şəkil bunların sırasından alınardı. Bizə nə lazımdır? Burada ikinci, dördüncü şəkildən sonra da gəlib sual işarəsinə tullanmaq. Baxın, 2, 4 və 6-cı. Sual işarəsinin yerinə dayanacaq şəkil lazımdır.
İndi buradan baxıram, görürəm ki, bu qara kvadrat yuxarıdadır, 4-cü şəkildə soldadır. İndi bizə lazım olan 6-cı şəkildə aşağısında olmalıdır da dairənin. Ona görə dairənin aşağısında harada qara kvadrat varsa, o variantları saxlayıram, digərlərini atıram, gedir. İkicə dənə variant qaldı. Qaldı bir dənə xəttə baxmaq. Yenə deyirəm, 1-ci, 3-cü, 5-cilərə baxmırıq artıq. Görürük ki, xətt sağdadır, aşağıdadır, indi harada olmalıdır? Solda olmalıdır. D variantından götürdük, üstünə bir dənə xətt çəkdik. Nə qaldı? Qaldı C variantı. Bu sualın doğru cavabını tapdıq. Hətta baxın, heç o xəttə baxmadan da bəlkə də götürüb D variantını da atmaq olardı. Nədən atmaq olardı? Məsəl üçün, buradan atmaq olardı ki, 2-ci, 4-cü şəkillərdə. Əgər bu qara kvadratla bu xətt sanki bir-biri ilə belə düz bucaq əmələ gətiribsə hamısında. Düzdür? Yenə 6-cı şəkildə də o formada düz bucaq əmələ gətirməlidir. Bir xətt boyunca olmamalı deyib D variantını oradan da atmaq olardı. Deməli, indi mən 2-2 ayıraraq baxdım. Bunu bu formada uzatdım ki, başqa suallarda bu sizi vəziyyətdən çıxaracaq, başqa suallarda sizə lazım olacaq. Amma şərt idimi bunu 2-2 ayırmaq? Xeyr, ardıcıl da gedə bilərdik. Məsəl üçün baxardıq ki, bu qara kvadrat yuxarıdadır, yuxarıdadır. 2 dəfə yuxarıda oldu, soldadır, soldadır. 2 dəfə solda oldu, indi aşağıdadır, yenə harda olar? Aşağıda olar. Yenə A getdi, B getdi, Y getdi. Sonra gəldik buradakı xəttlərə baxmağa. Buradakı xətt, görürsünüz, tam əksinə yerini dəyişib. Sonra nə baş verib? Sonra gəlib, görürsünüz, sadəcə 90 dərəcə hərəkət edib. İndi fikirləşirəm ki, görəsən burada hansı qanun uyğunluğu yarada bilərəm? Belə deyərəm. Deyərəm ki, bir dəfə bu xəttimiz bizim. Baxın, buradan. Gəlir, hərəkət eləyir. 180 dərəcə, sadə rəqəmin əksi boyunca 180 dərəcə hərəkət elədi. Bir dəfə də 90 dərəcə hərəkət eləyir, gəlir yuxarıya dayanır. Görürsünüz, buradan 90 dərəcə hərəkət elədi, gəldi yuxarıda dayandı. İndi təzədən yenə 180 dərəcə hərəkət eləyib. Gəlib bu formada burada dayanıb. İndi 90 dərəcə sadə rəqəmin əksinə hərəkət eləyib, gəlib bu vəziyyətdə dayanıb. İndi növbə yenə nədədir? Artıq 180 dərəcə fırlanmadadır yenə. 180 dərəcə fırlanmış olsa, gələcək tam əksinə bu vəziyyətdə dayanmış olacaq. Bu da hardadır? C variantındadır. Yenə dərəcələr sizin beyninizi qarışdırırsa, bir dəfə tam əksinə yerini dəyişir, bir dəfə yarısı qədər. O formada da sözlərlə ifadə edib, gəlib cavaba çıxa bilərsiniz. Düşünürəm ki, 52-ci sualda da belə qeyri-adi bir şey yox idi. Ona görə 52-ci sualda ötürürəm. Gəlirik 53-cü suala. Hər zaman dediyim məsələni yenə təkrarlayıram. Əgər şəkil böyüksə, diaqram böyüksə, o şəkildən, o diaqramdan qorxmayın. Əksər hallarda ən rahat suallar, həmin suallar olmuş olur. Dövlət vergi xidmətinə işə qəbulla əlaqədar keçirilən imtahanda təqdim olunan 100 test tapşırığının bloklar üzrə paylanmasını göstərən bir dənə diaqramdır. Birinci diaqramı analiz eləmiş olsaq. Buradakı baxın 20-ni, 10'u topladım 30, 35, düzdür? Sonra buradakı 57 və 8 də toplayanda 65 bir yerdə 100 elədi. Deməli bu isə hüquqşünas ixtisası üzrə vergi imtahanında iştirak eləyən tələbələr üçün ayrılmış deyək ki 100 test tapşırığıdır. İndi bu isə ümumi sahə üzrə vergi üçün deyək ki vergi imtahanında iştirak edən şəxslərin məsələn 100 test tapşırığıdır. Buranı toplasaz görəcəksiniz ki 35, 15, 20, 15, 15. Bunların hamısı bir yerdə 100'ü verir. Deməli buradan belə bir nəticə, bir fikir formalaşdırdım özüm üçün. İndi aşağıya düşüb aşağıları oxuyanda biraz daha dəqiq, aydın olmuş olacaq. İndi görürük ki buradakı 100 test tapşırığından ağ hissə qanunvericiliyi bildirir. Əgər hüquqşünas ixtisası üzrə müraciət eləmisinizsə, 57 dənə qanunvericilikdən imtahan verirsiniz. 57 sualınız qanunvericiliyi olur. Yox, əgər ümumi sahə üzrə müraciət eləmisinizsə vergi imtahanına, o halda 15 dənə qanunvericilikdən sualınız olmuş olur. Qısacası ağlar qanunvericiliyi bildirir. Boz hissə yeni tarix və dünya görüşünü. Xətti hissə, yəni bunlar rəqəmsal məlumatların təhlilini.
Bu qara deyim buna verbal məlumatların təhlilini, nöqtə olanlar da mücərrəd düşünməni. İndi görək bizdən nə istəyir? Qısa formada, qiyabi formada ümumi diaqramı analiz elədik. Görək indi bizdən istədiyi nədir? Gələk yavaş-yavaş aşağıya. Bir ümumi sahə üzrə imtahanda iştirak edən namizəd. Ümumi sahə üzrə imtahanda iştirak edən namizəd cümləsini eşidən kimi tez qalxıram. Baxın, buraları bir dənə belə qaralayıram, qəşəng-qəşəng, qırmızılayıram. Lapsını gördüyünüz formada. Buralarla deməli mənim işim yoxdur. Hüquqşünas ixtisası ilə bu üzrə məlumatla işim yoxdur. Bu getdi. Mənə nə lazımdır? Yalnız ümumi sahə üzrə olan diaqram lazımdır deyə yalnız bura fokuslanacağam, yalnız o hissəyə baxmış olacağam. İndi görək nə deyir? Oxuyaq. Yazıb ki, ümumi sahə üzrə imtahanda iştirak edən, belə eləyim daha rahat görə biləsiniz, namizəd 5 blokdan birinə aid olan test tapşırıqlarının 14%-ni doğru cavablandırıb. 5 dənə blok var həqiqətən burada. Bir blokdan 35 sualdır. Birindən 15, birindən 20, birindən 15, digərindən də 15. Yəni 3 dənə blokdan 15 sual var. Bir dənə blokdan 35, bir dənə blokdan 20. Blokları da bilirik artıq. Bloklar da burada qeyd olunub. Qanunvericilik, yeni tarix dünya görüşü və s. Deyir ki, bu 5 dənə blokdan birinə aid olan test tapşırıqlarının 14%-ni doğru cavablandırıb bu tələbə. Əla, bura qədər bildim. Məsəl üçün deyək ki, 15 dənə sual var qanunvericilikdən. 15-in %14-ünü, 14%-ni doğru cavablandırıb. Bilmirəm indi bu 15-dir, sonra bu 15-dir, bu 15-dir, 20-dir yoxsa 35-dir. Bununla bağlı hələ ki bir məlumatın filan və s. heç nəyim yoxdur. Qalmışam elə belə qarma-qarışıq vəziyyətdə deyək ki. İndi axırda görəcəz ki, hər şey nə qədər sadə imiş. Bu şərt hansı blok üzrə təsdiqini tapsa, namizəd keçid balını 70 toplaya bilməz deyə soruşur. İndi mən də bilmirəm, tutaq ki, mən bilirəm ki, burada hansı blokdan nə qədər sual var. İndi fikirləşirəm ki, görəsən, qanunvericilik üzrə, bu 15 dənə sual var da, düzdür? 15 sualdan 14%-ni doğru cavablandırsa, görürsünüz, %14-ə vururam. Nəticədə keçid balını 70-i görəsən toplaya bilər, yoxsa yox? Yoxluyuram 15-in %14-ü. 5-ə ixtisar edirəm, bura edir 3, 5-ə ixtisar elədim, bura elədi 20. Sonra 14-ü 2-yə ixtisar elədim, 7, 20-ni 2-yə ixtisar elədim, elədi 10. Bərabərdir, 3 dəfə 7, 21, bölünsün 10. Neçə eləyir? Eləyir 2,1. Yəni, 3 suala çatmır da, deməli 2 sual. Əgər qanunvericilikdən 15 sualdan 2 suala doğru cavab versə, 2 bal buradan. Düşünürəm ki, yerdə qalan 35, 20, 15, 15. Bunlarla bağlı məlumat verməyib də, düzdür? Bir dənə blokdan deyir, 14%-ni doğru cavablandırıb. Bunlardan da hamısını düzgün yazsa, 20, 15, 15. Bunları toplayanda eləyir 50, üstünə də 35 gələndə 85, 2 bal da buradan. Bir yerdə neçə elədi? Elədi 87. Və nəticədə belə olanda 70 balı keçidi toplaya bilir. Elə bir dənə bu 15-i yoxlamaqla bilirəm ki, deməli, qanunvericilikdən əgər 14%-ni doğru cavablandırsa, keçidi yığa bilər. 15 sual var idi orada. Eyni şəkildə, baxın, rəqəmsal məlumatlarda da 15 sual var. Rəqəmsaldan da 14%-ni cavablandırsa, digərlərinin hamısını düz yazar. Yalnız rəqəmsaldan 14%-ni düz yazsa. Digərlərinin hamısını düz yazsa 85 bal, yenə 87 toplayar, yenə 70-i keçər. Eyni şəkildə verbalda da 15 sual var da. Yalnız verbalın 14%-ni doğru cavablandırmış olsa, onda yenə 2 bal oradan 85 digərlərindən, yenə 87 yığar, yenə 70 balı keçər. Deməli, cavab bunlar deyil. Bu blokların hər hansısa birindən 14% qədər doğru cavab verəndə, yerdə qalanların digər blokların hamısını cavablandıranda 70 balı toplama şansı var. Yəni, toplaya bilir. İndi baxaq, yerdə qaldı 2 variantım. Artıq çox uzatmayayım. Gəldirəm birbaşa. Burada görsə, ən çox sual hansındandır? Mücərrəd düşünmədəndir. Mücərrəd düşünmədə 35 sual var. Buraları da silək. İndi bu 5 blokdan, deyək ki, 14%-ni doğru cavablandırdığı blok mücərrəd düşünmədirsə, o halda
35'in %14'ünü hesablayıram. %14'ə vuranda. İndi hesablayaq. 35'i vuraq 14'ə, sonra bölək 100'ə, sıfırlardan daha rahat hesablayaq. 4 dəfə 5 0 yazdıq 2 yadda, 4 dəfə 3 12, 2 də yadda 14. 1 dəfə 5 5, 1 dəfə 3 3. 0, 9 və 4. 490 bölünsün 100. Bu da neçə eləyir? Eləyir 4 tam onda 9. Əgər mücərrəd düşünmədən olan, bu blokdan olan 35 sualdan 14%-ni doğru cavablandırsa, artıq baxın 5 suala gəlib çatmır heç. 4 dənə sual, düzdür? Nəticədə 4 bal buradan. Yerdə qalan blokları da tam cavablandırır, deyək. 15 plus 15 plus 15, 3 dənə 15 suallıq blokumuz var. Plus 20. Nəticədə neçə bal toplamış olur? 45, 20, 65, üstünə 4 gələndə edir 69. Laf istəyirsiniz 4 onda 9 gəlin, edir 69 tam onda 9 və nəticədə 70 bala gəlib çata bilmir. Ona görə deyirik ki, bu tələbə imtahanda eləyən, iştirak eləyən namizəd mücərrəd düşünmədən olan sualların 14%-ni doğru cavablandırsa, o halda namizəd yerdə qalan blokların bütün suallarına hamısına doğru cavab vermiş olsa belə, yenə də balı gəlib 70'ə çatmır və nəticədə imtahandan kəsilmiş olur, 70 balını toplaya bilmir. Deməli, doğru cavab nə oldu? Y variantı oldu. Bu sualda tapmış olduq. İndi bu sualın izahına diqqətlə təkrar baxırsınız. Mən xırdaladım biraz. Düşünürəm ki, bir dəfə də təkrar baxandan sonra nə qədər sadə olduğunu hiss eləyə biləcəksiniz. Gəldik, keçdik növbəti sualımıza. Kubdan olan belə bir sualdır. Görək indi bu sualda nə etməliyik? Artıq dəfələrlə bu formada bir sual görmüşük. Deyir ki, verilən kubun ixtiyari çevrilməsi nəticəsində alınan kubu tapın. Kubun da bütün üzlərindəki naxışlar fərqli deyə bizə qeyd eləyir. İndi baxan kimi bəzi variantları anında ata bilirəm. Məsəl üçün, bu qutuya fikir verəndə görürəm ki, balaca bu ağ kvadratın olduğu üz var ha. Həmin üzün içərisində olan elə bu ağ kvadrat, daha doğrusu qara kvadrat. Bu zolaqlı dama-damalan üzə birləşməyib. Bir dənə diqqətlə baxın. B variantında həm bu balaca qara kvadrat gəlib dama-damalı üzün çərçivəsinə birləşib. Amma biz burada görürük axı, həmin o dama-damalı üzün çərçivəsinə birləşə bilməz. Yanbayan üzlərin vəziyyəti qətiyyən dəyişmir. Ona görə B variantını atıram gedir. B-nin üstündən xətt çəkdik. B qətiyyən cavab ola bilməz. Sonra bu qara kvadratın olduğu üzün. Gör çərçivəsinin. Qara kvadratın yapışmadığı çərçivəsinin bir tərəfində x var, digər tərəfində dama-damalı üz var. İndi gəlin C variantına baxın. Qara kvadratın olduğu üzün çərçivəsinin yapışmadığı hissədə üzlərdən biri dama-damalı olmalıydı, digəri də x olmalıydı. Burada necədirsə, mütləq aşağıda da o formada olmalıydı. Yanbayan üzlərin vəziyyəti qətiyyən dəyişmir. Burasını yenə təşkil. Baxın, qara kvadrat bu küncdədir. Digər künclər qalır da. 1, 2, 3 dənə künc qalır. Bu 3 dənə künc x ilə dama-damalı üzə birləşə bilər. Amma C variantında həmin künclər x ilə dama-damalı üzə birləşməyib. Ona görə C variantında anında baxan kimi atıram. Görsə heç fırlatmadan deyirəm ki, heç vaxt B-dir, C-dir, bunlar alına bilməz. Eyni şəkildə A variantı. Bayaq dediyi, bu qara dama-damalı üzə birləşməyib. Amma A variantında götürüb bunu birləşdirib. Ona görə A variantında atdıq, getdi. Qalıb indi bir D variantı, bir də nə? Y variantı. İndi az əvvəl dediyim qayda qanunla. Baxın, qara kvadratın olduğu üzün digər künclərinə nə birləşə bilər? Digər künclərə ya x birləşə bilər, ya da damalı üz. Burada 2 dənə fərqli üz birləşib, ona görə yeni də atdıq. Nə qaldı? Doğru cavab D variantı. Yanbayan üzlərin vəziyyətinə baxaraq kubu ixtiyari formada çevirmədən, təsəvvürə gətirmədən həll elədik, cavabı tapdıq. İndi deyək ki,
Sizi soruşmaq istəyirsiniz ki, görək həqiqətən fırlatma nəticəsində yuxarıdakı qutunu bu vəziyyətə gətirmək olar ya yox deyə. O halda mən nə edəcəm? Təbii ki, bunu götürüb bir-bir fırladacağım. İndi sadəcə nə edirəm? Götürürəm. Baxın bu qutunu bir dənə sola doğru aşırıram. Bir dənə sola doğru aşıranda qutu gəlir olur belə. Buradan çəkim. Sola doğru aşıranda. Bir-bir çəkirəm, qeyd edirəm. Aşıran kimi buradakı dama-damalı üz olduğu yerdə fırlanır, gəlir dayanır bu vəziyyətdə. Sola doğru aşıranda X sol tərəfindədir, görsənmir, düzdür? Sağ tərəfdəki bu qara kvadrat da fırlanır, gəlir, qalxır, yuxarı hissədə burada görsənir. Sağ tərəfində də kubun bütün üzləri fərqlidir deyə bilinməyən, görünməyən hər hansısa bir üz gəlib çıxır, o hissədə dayanır. İndi sonra D variantını alındırmalıyam da. İndi buradakı qutunu bir dənə də, baxın oturduğu yerdə başından tutub sağa doğru çevirsəm, o halda artıq yenə çəkirəm, rəngi də dəyişək, doğru cavabı göylə işarələyək. Baxın əvvəlcə 3-dən 3 çəkirəm, yenə təkrar edirəm. Götürdüm, başından tutub bir dənə sağa doğru çevirin, ona dama-damalı üz bular. Gəlir dayanır sağ tərəfdə, bu vəziyyətdə burada əks olunur. Sol tərəfdə gizlənmiş X gəlir dayanır öndə. Yuxarıda olan bu qara kvadrat da sağa doğru çevirəndə, fırladanda öz yerində fırlanır, yuxarıda yəni fırlanır, gəlir dayanır bu küncdə. Və nəticədə görürük ki, həqiqətən D variantı alınmış olur. 54-cü sualda bildik, axır ki, növbəti sual formasına keçə bilərik. 55-ci sual. Boş xanalara 1, 2, 3, 4, 5 rəqəmlərini elə yerləşdirməliyik ki, həmin rəqəmlər hər bir sətirdə, hər bir sütunda və qalın xətlə hüdudlanmış 5 xanalı hər bir blokda yalnız bir dəfə istifadə olunsun. Yəni sətirdə, sütunda rəqəmlərin təkrarlanması olmasın. Artıq dəfələrlə gördüyümüz belə bir sudoku sualıdır. Baxaq görək necə gəlib buranı doldura bilərik. Başlamaq məsələsi önəmlidir. Başlayandan sonra davamı gəlir. Baxın rəqəmlərin çox olduğu bu hissələrdə deyə. Buralarda nəsə bir ipucu axtarıb oralardan sürətlənməliyəm. Fikirləşirəm ki, görəsən nə edə bilərəm, nə eləyə bilərəm. Diqqətlə baxıram, görürəm ki, bu blokun içərisində, baxın, bu blokun içərisində verilmiş rəqəmlərdən bir dənə 2 var. Məsəl üçün, nə çatışmır? 5 çatışmır. İndi 5-i bura götürüb yaza bilərəm? Yox, yazanmaram çünki aşağıda 5 var. Bura yaza bilmərəm. Çünki bu blokun içərisində bu hissələrə yazanda 5-i aşağıdakı ilə üst-üstə düşür, nəticədə şərti pozmuş oluruq. Amma şərtə görə hər bir blokun içərisində hər rəqəmdən bir dənə olmalıdır axı. İndi 5 bu nöqtə yazdığım yerlərdə olmursa, avtomatik harda olacaq? 5 gəlib bu hissədə dayanmış olacaq. Bunu bildim. Yəni fikirləşirəm ki, görəsən bundan sonra nə edə bilərəm? Bundan sonra götürüb nə yaza bilərəm? İndi gözümə dəyən hissələrdən sürətli hərəkət etməyə çalışıram. Məsəl üçün, baxın bu blokun içərisində, burada. Bu hissədə nə bura, nə də bura bir yaza bilmərəm. Biri ya bura yaza biləcəm, baxın, ya bura yaza biləcəm, ya bura. Fikirləşirəm ki, indi biri götürüb bura da yaza bilmərəm. Niyə? Çünki bu blokun içərisində də bir yoxdur. Ona görə bunlardan birində, buralardan birində bir rəqəmi olacaq da yazandan sonra, düzdür? Buralardan birində bir rəqəmi olacağına görə bir artıq gəlib burada dayana bilməz, bir yalnız hara qalır, gəlir dayanır bu hissədə. Mənim sürətli gördüyüm bu oldu deyə, görürsən mən bu formada başladım. Əslində şərt deyil ha, siz %100 belə başlayasınız. Haranı görürsünüzsə bir fikir yürüdüb, yoxlayıb doldurmağa başlayacaqsınız. Sonra eyni şəkildə birlərin sayı artmışkən, bu blokun içərisində də bir yazmalıyam da. Bu blokun içərisində bura bir yaza bilmərəm. Sətrində çünki bir var. Bura yaza bilmərəm, sətrində çünki bir var. Nəticədə biri hara yazacağım? Yalnız və yalnız bura. 1, 2, 5 çatışmayan bu blokda 4-dən 3-dür. Bura 4 yaza bilmərəm. 4 yazıram bura, 3 yazıram bura. Bu sətirdə 1, 2, 3, 5
çatışmayan 4'dür. 4'ü götürdüm, qeyd elədim bura. İndi 1, 3, 4 çatışmayan 2 ilə 5'dir. 5 artıq buraya yaza bilmərəm. Buraya 2 yazıram. Buraya yazıram 5. Artıq rəqəmlərin sayı çoxalıb deyə, yavaş-yavaş işim rahatlaşır deyə sürətli formada doldurmağa başlaya bilərəm. Məsəl üçün qırmızıdan istifadə edin biraz da. 4, 1, 3, 5 çatışmayan 2'dir. Götürdüm, yazdım bu hissəyə 2. Daha sonra görüm hardan istifadə edə bilirəm. Görüm. Məsələn gəldim elə buranı yazım. 1, 5, 2 çatışmayan 4 ilə 3'dür. Görürsünüz, yaza bilmirəm deyə hələ ki saxlayıram. Əslində yaza bilirəm. Necə yaza bilirəm? Baxın, bura götürüb 4, buraya 3 yazsam. Bu blokun içərisində artıq 2-dən 4 olacaq axı. Ona görə oradan bilirəm ki 3'ü buraya yazmalıyam, 4'ü yuxarıya yazmalıyam. Görürsünüz, yoxladıqca hər şey rahat-rahat ortalığa çıxmış olur. Mən yenə də tam dolduracağım ki, tam öyrəşək. Əslində biraz sürətdə tapmaq olardı. Amma yenə də addım-addım bura qədər gəlmişəm, doldururam. İndi 4, 5, 3 çatışmayan 2 ilə 1'dir. Harada? Bu blokun içərisində. Bura 2 yaza bilmərəm. Yuxarısında 2 var. Bura 1 yazdım. Bura götürdüm. 2'ni qeyd elədim. 4 ilə 2'nin cəmi cavabı tapdıq. 6. A ilə B-ni istirdi. Yenə də dolduraq. 4, 5, 2 çatışmayan 1 ilə 3'dür. Bura 3 yazırıq. Bura 1. 1, 4, 2 çatışmayan 5 ilə 3'dür. Bura 5 yazıram. Aşağısında 3 var deyə 3 yaza bilmərəm. Bura yazdım 3. 1, 2, 4, 3. Bura 5 qaldı. Sonra 3, 1, 4, 5. Bura 2 qaldı. 1, 3, 3, 5. Bura 4 qaldı. Hamısını yazdığıma görə diqqətlə baxıram. Heç bir təkrarlanma yoxdur. Hər bir rəqəmdən bir dənədir. Əla. Üstün üzrə də nəzər salırıq. Hər şey qaydasındadırsa, deməli düzgün tapmışıq. Növbəti suala keçə bilərik. 55-ci sualdan sonra 56-cı sual. Bazar günü izah elədiyim sınavda da az-çox izləmişdiniz, düzdür? 56-cı sual formasında görə indi nə edirik? Bu sualı təkrar görmüş olsaq da yenə də sürətli bir şəkildə yazaq. Günaydı, Ramizli, Sevincli, Orxan, Namiqdə, Aytənli. Bunlar yarışmada iştirak edirlər. Hər bir iştirakçıya hər mərhələdə bir sual verilir və hər mərhələdə yalnız bir iştirakçı suala cavab verə bilmədiyinə görə yarışmanı tərk edir. Bura qədər oxuduq. Günay və Ramiz ən azı 3 suala cavab veriblər. Deməli, bunlara 3 sual verilibsə, azı bunlar 3 suala cavab veribsə, deməli bunlar birinci sual, ikinci sual mərhələsini keçiblər. Tapa-tapa gəliblər ki, bunlara 3 sual verilir də. Ona görə Günay ilə Ramiz yarışmada sona qalanlardandılar. Bunları yazdım yuxarıda. Sevincə 2 sualdan çox verilməyib. Deməli, Sevincə maksimum 2 sual verilə bilərsə, Sevinc axırlarda bir yerdədir. Və böyük ehtimal ki, elə axırdan ikinci olacaq bu. Orxan Ramizdən tez çıxdı və Aytəndən çox suala cavab verdi. Baxın, Orxan Ramizdən tez çıxıb və Aytəndən çox suala cavab verib. Aytəndən çox suala cavab verib. Günay ilə Ramizin konkret hansının öndə olduğunu bilmirəm deyə ikisində yan-bayan yazmışam hazırda. Ardınca oxuyuram. Namiq yarışmanı Sevincdən əvvəl tərk elədi. Namiq yarışmanı Sevincdən əvvəl tərk edibsə, elə buradan bilirəm ki, Namiq ən axırıncı olan şəxsdir. Günay Orxandan deyir, çox suala cavab verdi. Görürsünüz, Günay da Orxandan yuxarıdadır deməli. Hər şey düz yazmışam. Bu cümləni də bildim. İndi sadəcə soruşur, axıra qalan 2 yarışçısını müəyyən edin. Axıra qalan 2 yarışçısı kimdir? Günaydır, bir də Ramizdir. Yəni, D variantı. Əgər desəydi sonuncu olan 2 yarışmaçı, o halda kimlər olardı? Sevinclə Namiq. Və bu sual doğru cavab D variantı olaraq tapdıq. Gəldik növbəti sual formasına. Piramida formasında olan suallarda, xüsusilə dimin suallarında, əksər hallarda ikisindən yuxarıdakı alınır. İndi fikirləşirəm ki, ya 1 vur 1, 1 eləyər, ya da 1 ilə 1'i toplayar 2, 1 çıxar yazar 1. Yuxarıda görürəm ki, bu ikisindən əgər 9 alınıbsa, 3 dəfə 7, 21 eləyir, 9 yazıb. Mən vurma ilə deyil, 3 ilə 7-nin cəmi eləyər 10, 1 çıxar 9. Mən hər iki dairəni toplayır, yuxarısına 1 çıxaraq nəticəsini yazır. 1 ilə 3-ün cəmi 4, 1 çıxıb yazıb 3. 3 ilə 3-ün cəmi 6, 1 çıxdıq, yazdıq 5. Hər birisindən yoxlaya bilərsiniz, düz gəlir. Gəlirəm buradan 7 ilə 7-nin cəmi 14, 1 çıxdıq, oldu 13. 13 ilə 9-un cəmi edir 22, 1 çıxanda olur 21. C oldu 21,
B oldu 13, A da oldu 5. Nəticədə bunu hesablayırıq. 21 ilə 13-ün cəmi eğir 34, 5 çıxanda olur 29. 57-ni də yarıtdıq, gəldik 58-ci suala. Materiklərdən bir dənəsinin adı yazılıb Afrika. Dövlətlərdən bir dənəsinin adı İspanya. Deməli, doğru cavab A'dır. Adalardan bir dənəsinin adı Afina yox. Afina Yunanistanın şəhəridir, getdi. Şah dağlardan biri zirvə yox. Zirvələrdən biri şah dağdır. Yer dəyişi olsaydı düz olardı. Dənizlərdən biri çay yox. Düz gəlmir. Şəhərlərdən biri Amerika yox. Yenə düz gəlmir. Ona görə keçdik bu sualda. Yazılsaydı məsəl üçün şəhərin yerinə nə? Qitə, o halda doğru gələrdi. 59-cu sual forması, yaralı yerimiz deyək. Fiqur birləşdirilməsi görək. Burada nə edirik? Bunu indi ekrana yerləşdirməyim üçün balacalaşdırıram. Tam formada gəlindi. Bunu buradan görün. İndi variantları bir-bir çıxmağa başlasaq. Variantları çıxaraq yazaq. Ən birinci elə bütün variantlarda olan bu üçbucaq. Birlə işarəliyim. Qırmızı ilə yazaq, daha qəşəng görsənsin. Baxın, birlə işarəliyirəm. Bu yazıq üçbucağı bircə dənə yerə yerləşdirə bilərik də yalnız. O da haradır? O da baxın şəklin bu hissəsi. Bu gəldi, bura yerləşdi. İndi A variantında deyək ki, bu kvadratı 2-ni götürdük, bura yerləşdirdik. Amma baxın, yerləşdirəndə heç ölçüsü düz gəlmir. Burada daha uzun sol bir şey qalır, düzdür? Lap bunu deyək, oraya yerləşdirdik. Bəs bu üçbucağı hara yerləşdirəcəm burada? Sonra boşluq qalacaq axı. Ona görə deyirəm ki, A variantı cavab ola bilməz. A variantını atdıq. İndi B variantına gəlirəm. Birincisi yerləşdi. Bu üçbucağın fikirləşirəm ki, bu hissəsi, bununla bu hissəsi düz bucaq kimi istifadə olunub. Düz bucaqlığın hərəsi bir tərəfini tuta bilər. Əyrili formada yerləşdirsəm, bu vəziyyətdə gedib buranı tuta bilməyəcək də. Bura daha uzundur, düzdür? Gəl, buraya yerləşdirməz. Ona görə fırladıram. Məsəl üçün, deyək ki, birini 2 ilə işarələyək, birini 3 ilə. Bu olsun 2. Birazca 45 dərəcə. Sağa doğru fırladıram. Gətirirəm. Baxın, yerləşdirirəm bura. Yerləşdirdim. 2 oldu burada. Gör, düz bucağını gətirdim, oturtdum bura. İndi digərini 3 nömrəli fiquru əgər götürüb onu da belə fırlatsam, bura birləşdirsəm, deyək ki, onda ortada 3 bucaq qalacaq, bu ora yerləşə bilməyəcək. Bir dənə də tərs formada fikirləşim. Götürürəm, baxın, həmin o 3 nömrəli fiquru. Nə edəcəm? Bu formada bir dənə 45 dərəcə fırladıram. Deyirəm ki, gəlsin. Yerləşsin bura. 3 nömrəli fiqur burada yerləşdi. Nəticədə baxın, bircə dənə 4 nömrəli fiqur qaldı ki, bu 4 nömrəli fiquru da fırladarıq, gətirərik, yerləşdirərik bu hissəyə. Mən indi biraz kobud çəkmiş ola bilərəm, amma tamı-tamına yerləşir. 4-cü də buraya yerləşən doğru cavab nə olur? Olur. B variantı. Qutardı, getdi. C variantında bu üçbucağı buralarda bir yerə yerləşdirin lap. Digər hissələri boş qalacaq, yerləşdirə bilməyəcəyik. D variantında bunları yerləşdirsək, yenə ortada belə bir boşluq qalacaq. Y-də də deyək ki, bunu yerləşdirdik, kvadratı dürtə biləcəyimiz bir yer qalmayacaq. Ona görə nə qaldı? Doğru cavab oldu. Yalnız və yalnız B variantı. Biraz da yaxınlaşdırım. Yaxından görə bilək deyə. Doğru cavab B variantı olaraq bildiyimizə görə gəldik növbəti suala, 60-cı suala. Proqram konsert. Bu formada suallar çox olur. Bir dənə buradan yazdıram, siz də qeyd edirsiniz. Baxın, konsertin proqramı olar. Qəzetin yazıram sol tərəfdən, ona uyğun formada. Format olar. Yazdıq format. Sonra jurnalın dizayn olar. Yazdım dizayn. Artıq bina sonra deyək ki, hər hansısa bir tikili, biraz böyük çaplı bir şeydir deyə. Həmin o qəzetdəki format, jurnaldakı dizayn, konsertdəki proqram olur binanın layihəsi. Yazdım bina, layihə. Malın bazarı düz gəlməz. Binanın layihəsi düz gəlir, doğru cavabımızdır. İmzanın sərəncamı düz gəlmədi. Kataloqun kitabxanası düz gəlmədi.
Məsəl üçün cildin kitabı düz gəlmir. Kitabın cildi olsaydı bəlkə orada nəyisə düşünmək olardı. Amma yenə düz gəlmir. Yəni doğru cavab oldu C variantı. 60-cı sualda bilmiş olduq. 61-ci sual. Fiqurlar bir-birindən fərqli bir rəqəmli natural ədədlərdir. Əşyaları sayarkən istifadə etdiyimiz ədədlərə deyirik natural ədədlər. Və natural ədədlərin minimalı nədir? 1. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Sonsuza qədər natural ədədləri artıra bilərik. Bizdən bir rəqəmli olduğunu dediyinə görə, istədiyinə görə bir rəqəmləri də buradan düzdüm saxladım. Bizə nə lazımdır? Lazımdır burada minimum rombu tapmaq. Görə indi minimum rombu necə tapa bilərik? Minimum rombu tapmağım üçün mən üçbucağa maksimal qiymət verməliyəm. Düzdür? İstəyərdim ki, üçbucağın maksimal qiymətini götürüm 9, romba da götürüm 1 yazım. Amma görürəm ki, aşağıda əgər üçbucağa 9 yazmış olsam, ona kvadrata gərək götürüm -3 yazım. Amma şərtdə deyir axı, bunlar naturaldılar. O baxımdan da götürüb belə yaza bilmirəm. Fikirləşirəm ki, görəsən, üçbucağın maksimalı neçə ola bilər? Düşünürəm ki, üçbucağa 6 yazsam, aşağıdakı şərtə görə maksimalını axtarıram. 6 yazsam gərək kvadrata 0 yazım. Şərtdə də yazıb ki, bir-birindən fərqli bir rəqəmli natural ədəd. 0 natural ədəd deyil. Ona görə artıq 6 və 0 yaza bilmirəm. Düşünürəm ki, onda 5 yazım. Kvadrata 1 qalsın, əla. Burada şərt ödəndi. Amma yuxarıda üçbucağa 5 yazanda romda 5 olur axı. Ona görə yeni olmadı. Deməli 6 olmadı, 5 olmadı. Bu səfər 4 yazıram. 4 yazanda kvadrat olur 2. Burada hər şey ödənmiş olur. Əla, bu getdi. Qaldı yuxarıda üçbucaq 4 olanda nə oldu? Buradakı romda minimal qiymətini almış oldu. Deməli, rom neçə oldu? 6. Nə qədər minimum götürsək də 6-dan aşağı qiymət ala bilmədi. Deməli, doğru cavab oldu C variantı. Mən artıq götürüb rombu 6-dan aşağıya salmış olsam, üçbucaq böyüyəcək. Üçbucağı da gördük ki, 4-dən o tərəfə böyümə şansı yoxdur. 6-nı və 5-i alındıra bilmir. Və 61-ci sualın doğru cavabı oldu. Minimal rom C variantıdır. Keçdik 62-ci suala. 62-ci sual dəfələrlə işlədiyimiz bir sualdır. 1 ilə 2-nin cəmi 3, 2-yə vurdu, oldu 6. Özündən 2-yə vurur. 2 ilə 6-nın cəmi 8, 2-yə vurdu, oldu 16. Daha sonra 6 ilə 16-nın cəmi 22, 2-yə vurdu, 44. Deməli, toplayır, 2-yə vurur. Naxır ki, burada 44 ilə 120-ni toplayırıq. Bir yerdə eləyir 164. 2-yə vururuq. Neçə eləyir? 328. Haradadır? A variantında bu sualda xoşbəxt elə deyil. 63-cü sual forması. Verilən şəkildəki xanalara 5, 6, 7 4 nöqtələri qeyd edilib 8, 9, 10, 11, 12, 13 ədədlərini yazıldıqda ilk 5 xanadakı ədədlərin cəmi 35, son 5 xanadakı ədədlərin cəmi 55-ə bərabər olur. 5-ci xanadakı ədədi tapın. Adam fikirləşir ki, götürün bunların yerini dəyişdirim, elə eləyim, belə eləyim. Əsas bizə nə lazımdır? Sadə düşünürsünüz. İlk 5 xanadakı ədədlərin cəmi. İlk 5 xana. Buradakı ədədlərin cəmi yazandan sonra 35 olmalıdır. Yazın bura 35. Digər 5 xanadakı ədədlərin cəmi, son 5-dəki ədədlərin cəmi bura neçə olmalıdır cəmi? 55 olmalıdır. İndi baxıram, görürəm, ən birinci, ən sadə formada düşünsəm necə yaza bilərəm bunları? Elə sırayla, ardıcılıqla, düzdür? Rəngi dəyişək, fərqli rəng olsun. Yazıram 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. İndi bu tərəfə baxın. 5 ilə 6-nın cəmi eləyir 11. 11-in üstünə 7-ni gəldim. Oldu 18. Üstünə 8 gəldim 26. 9 gəldim 35. Bu formada yazılanda ilk 5 xananın cəmi 35 oldu. Görə indi son 5 xananda cəmi 55-i verirsə qutardı. Deməli sırayla yazmaq lazım imiş. 9 10-un cəmi 19. Üstünə 11 gəldik 30. Üstünə də bu 12 ilə 13-ü. 25-i gələndə elədi 55. Əla. Deməli son 5 xananın cəmi də 55-i verdiyinə görə qutardı. Hər şeylə ardıcılığını yazmaq lazım imiş. 5-ci xanadakı ədədi tapın deyir. 5-ci xana hansıdır? 1, 2, 3, 4, 5. Bu da düzdür. Əvvəldən də axırdan da 5-ci budur. Ədəd neçədir? 9. Qutardı, getdi.
Və 63-cü sualda bildik, keçdik 64-cü sual formasına. Bu suala baxan kimi anında cəmləmə yadıma düşür. Çünki qarma-qarışıq ədədlər, bir-birinə əlaqəsi ədədlər verilibsə, 64-dən 98, 82, 30 aləmi qatıb bir-birinə. Ondan neyəcəm? Birinci hər zaman cəmlərini yoxlayacağım. Özdə böyük cəm alınır deyə tək-tək düşünürəm, tək-tək yoxlayıram. 6 ilə 4-ün cəmi 10, üstünə 3 gəldim 13, üstünə 7 gəldim 20, 22, 1 gələndə 23, 5 gələndə 28, 8 gələndə 36, 9 gələndə cəm elədi 45. Aşağını yoxlayıram. Görün burada neçədir? 5 ilə 7-nin cəmi 12, üstünə 6 gəldim 18, 1 gəldim 19, 3 gəldim 22, 4 gəldim 26, 2 gəldim 28, 9 gələndə 37, 8 gələndə neçə elədi? 45. Burada oldu 45. Fikirləşirəm ki, deməli hamısının cəmi 45 olmalıdır. Hər ehtimalı qarşı yenə yoxlayıram. Çünki birdən olar bilər ki, yuxarıdakı ikisinin cəmi məsələn aşağıdakı ikisinin cəminə bərabər olsun. Daha doğrusu yuxarıdakı ikisi öz arasında, aşağıdakı ikisi öz arasında olsun. Ona görə hər ehtimal yoxlayıram. 6, 7, 13, üstünə 5 gəldik 18, 4 gəldik 22, 8 gələndə 30, 2 gələndə 32, 3 gəldim 35, 9 gələndə 44, 1 gələndə nəhayət bu da 45. Deməli hamısının cəmi 45 olmalıdır. Yoxlayıram. 4 ilə 1-in cəmi 5, üstünə 9 gəldik 14, 3 gəldik 17, 2 gəldik 19, 5 gəldik 24, 6 gələndə 30, 7 gələndə 37. Deməli sual işarəsinin yerində 8 olmalıdır ki, üstünə də 8 gələndə 45-i versin. Mən 64-cü sualın doğru cavabı oldu. C variantı. Bu sualda xoşbəxt dilədiyimizə görə gəldik 65-ci suala. Axır illərdə dəhşət çox düşür bu sual forması. Ona görə yaxşı-yaxşı həll qaydasını yadda saxlayın. C hərfindən sağda ikinci olan hərflə. C-dən sağda olan birinci hərf D-dir, ikinci hərf Y-dir. Həmin o ikinci hərflə bura qədər oxumuşam. Yəni Y ilə. Sonra H hərfindən soldakı ilk hərfin. H hərfindən soldakı ilk hərfin. Yəni G-nin. Arasındakı hərfdən solda. Arasındakı hərf nə oldu? Arasındakı hərf F oldu. Yəni təkrarlayıram. S-dən sağdakı ikinci hərflə, yəni Y ilə, H hərfindən soldakı birinci hərfin arasındakı hərf. Hansı hərf? F hərfi. Bunu göylə işarə eləyək. F hərfi. Həmin hərfdən solda ikinci olan hərf hansıdır? Solda ikinci olan hərf birinci Y-dir, ikinci D-dir. Qutardı. A variantı cavabı tapdıq. İzahıma təkrar baxarız. Düşünürəm ki, öhdəsindən gəlinəcək bir şeydir deyə bilmədim. O görə üzərində qalmıram. İndi 66-cı sual forması tərəzi sualıdır. Məncə bu da çətin deyildi. Yazmağa başlaya bilərik. Görək buradan eynirik. İndi ağ dairə lazımdır. Ağ dairədə yuxarıdan görürəm ki, 2 dənə ağ kvadratdır. 2 dənə ağ kvadrat yazsam bura. Variantlarda yoxdur, deməli bunları əvəzləməliyəm. Ağ kvadratın bir dənəsi x-a bərabərdir. Ona görə gəlirəm, ağ kvadratın yerinə götürdüm, yazdım x. Bu formada ağ kvadratın yerinə x yazdım. İndi ağ dairə nəyə bərabər oldu? 2 dənə x-a. Görürəm ki, bu variantda yoxdur. Variantda yoxdursa, deməli ikinci sətirdən də istifadə etmək lazımdır. Burada da görürük ki, ağ üçbucaq bir dənə x-a və yaxud da bir dənə x ağ üçbucağa bərabərdir. Ona bu x-ların əvəzinə ağ üçbucaq yazarıq. Nəticədə dairə olar 2 dənə ağ üçbucaq. Yəni C variantı. Keçdik 67-ci sual forması. 67-ci sual formasını. Məncə həll qaydasını artıq hər birimiz bilirik. Yenə də addım-addım sistemli yazaq ki, konkret cavaba nöqtə atış eləmiş olaq. Səhvsiz, problemsiz yazmaq istəyiriksə, sol tərəfdəki iki şəkildən hər hansısa birini, ya birincini ikinci şəklin üzərinə çəkirik, ya da ikincini birincinin üzərinə çəkirik. Ondan sonra alınan nəticə ilə bərabərliyin sağındakı şəkli eyniləşdiririk. Sağ tərəfdə çəkdiyimiz xəttlər olur doğru cavabımız. Və yaxud da burada sol tərəfdə gördüyümüz bu iki şəkli birbaşa sağ tərəfə də köçürə bilərik.
Amma çox məsləhət bilmirəm. Nağd olmağı üçün bu sualın anında gəlib. Deyək ki, səhvsiz cavaba çıxmağınız üçün addım-addım yazmağınız daha önəmlidir. O baxımdan da bu sualda güvənmədiyimə görə sizlərə addım-addım özüm də burada yazıram. Baxın, buradakı nöqtə boş-boşuna verilməyib. Nöqtə bizə kömək üçündür. Nöqtədən sol tərəfə burada belə bir xətt gedir. Götürürəm, həmin xətti çəkirəm. Götürdüm, çəkdim. Sonra baxın, davamında belə bir qövsvari hissə gedir. Həmin o qövsvari hissəni götürürəm, çəkirəm. Görüm o qövsvari hissəni necə səliqəli çəkə bilərəm. Götürdüm, bura çəkdim. Ardınca bu tərəfdə bir dənə də belə bir qövsvari hissə var. Götürürəm addım-addım, həmin o qövsvari hissəni də çəkirəm. Göz buranı da çəkdim. Sonra nöqtə ilə davam eləmişkən, nöqtədən bu tərəfə belə bir S hərfinə oxşar işarə var da, işarə gedir. Götürürəm, həmin hissəni də çəkirəm. Görsə, S hərfinə oxşar. Həmin hissəni götürdüm, çəkdim. Daha sonra burada belə bir yenə o formada qövsvari hissə var. 2 dənə S hərfinə oxşar. Götürürəm. Biraz əyri çəkdim. Həmin hissəni də çəkirəm. Həmin hissəni də çəkdim. Sonra burada belə bir qövsvari hissə var. Buna götürdüm, qeyd elədim. Biraz əyri olsa da. Ondan sonra burada belə bir qövs var. Buna götürürəm, qeyd eləyirəm. Ardınca burada belə bir xətt var. Bunu da qeyd eləyirəm. Sonra belə bir xətt var. Bunu da qeyd elədim. Nə qaldı? Bir dənə qaldı bu hissə. Bunu da qeyd eləyirəm. Və nəticədə belə bir şəkil alınmış olur. İndi buradakı şəklə baxmayacağım. Bərabərliyin sağı ilə soldakı şəkil birəbir eyni olmalıdır. Nələr çatışmırsa, hər bir şeyi addım-addım sürətdə artıq qeyd edirəm. Bura lazımdır bizə. Bu lazımdır, düzdür. Sonra bu hissə lazımdır. Görsə, hər bir şeyi addım-addım qeyd edirik, gedir. Kənar xəttlərini birinci bağladım. İçəri hissələri yavaş-yavaş keçə bilərəm. Diqqətlə baxanda görürük ki, 4 küncündə belə ləçəklər var. Həmin ləçəkləri qeyd elədik. Daha sonra burada bunlar belə birləşməlidir. Ondan sonra aşağı hissədə də var həmin formada. Aşağı hissədə də birləşdirirəm. Sonra bu tərəfdə belə bir qövsvari hissə gəlir. Burada qövsvari hissənin parası yoxdur. Buranı da çəkdim. Buranı da çəkdim. İndi diqqətlə baxıram. Soldakı şəkillə sağdakı şəkil eyni olduğuna görə indi ancaq çəkdiyim hissəni variantlarda axtarmağa başlayıram. İndi variantları axtaranda çalışın mütləq variantları bir-birinə müqayisə edin. Buradakını birbaşa aşağıya köçürməyə çalışmayın. Aşağıda axtarmağa çalışmayın. Elə beyniniz qarışacaq çünki. İndi A ilə məsələn C-ni yoxlayıram. A-da burada belə bir xətt var, C-də yoxdur. Görürəm ki, çəkmişəm burada. Olmalıydı. Ona görə C variantını atıram, gedir. C 7. Daha sonra A ilə B-ni yoxlayanda elə həmin hissədən hərəkət eləmiş olsam, görürük ki, burada, davamında burada əyri xətt yoxdur, B-də var. Bu çapda da bunu biz çəkməmişik ki. Çapda varsa artıq variantda olmamalıdır deyirəm. B variantını götürürəm, atıram. Sonra gəldik A ilə məsələn D variantının fərqi. A ilə D variantının fərqinə baxanda bu hissədə belə bir xətt var. A variantında həmin hissədə o xətt verilməyib. Görürük ki, biz burada həmin hissəni çəkmişik. Ona görə olmalıydı. O baxımdan A variantında atdım, getdi. Qaldı indi Y variantı ilə D variantı arasındakı fərq. Məsəl üçün Y variantında buradakı hissə. Görür ki, D variantında həmin hissədə yoxdur. İndi baxırıq ki, həmin hissədəki xətt çapdadır, olmamalıdır. Y-ni də atdıq, D variantı qalmış oldu. Görürsünüz, biraz mürəkkəb şəkildir, amma diqqətlə baxanda hər şeyi çıxarmaq olur. Qaranti olsun deyə addım-addım bir-bir işləsəz, əla olmuş olar. 67-ni də bildik. 68-ci sual forması. Bu hissələrdəki suallarımız daha rahat olacaq. O görə özünüzü həvəsdən salmayın, hər şey öyrənilə biləcək şeylərdir. İndi 67-ci sualda hər zaman dediyim bir şey var. Eyni formalı fiqurlardırsa anında birinci götürün, toplamanı yoxlayın.
Bayaqki suallar da daxil. Görün nə qədər toplamadan istifadə etmişik artıq. 7, 6 toplayanda 13. Üstünə 1 gəldik 14. 2 gəldik 16. 2 gəldik 18. 8 ilə 4-ün cəmi 12. 2 gəldim 14. 4 gəldim 18. 1 gəldim 19. İndi bu tərəfi yoxlayıram. 7, 9, 16. Üstünə 1 gəldik 17. 18, 3 gələndə oldu 21. Buradan bilirəm ki 18, 19. 1 artır da. İndi bura olmalıdır 20. Ki axırda da 1 vayda artıb 21 olsun. İndi 7, 2 topladıq 9. Üstünə 2 gəldik 11. Üstünə 6 gəldik 17. 20 olmaq üçün nə çatışmır? 3 çatışmır. 3 yazdıq bura. Oldu C variantı. 68-ci sualı bildiyimizə görə gəldik 69-cu sual formasına. Natural ədədi A natural ədədi B-dən 2 dəfə böyükdür. Deməli A. B-nin 2 mislidir deməkdir bu. Yəni A məsəl üçün, daha doğrusu B məsəl üçün 10-dursa, A artıq 20-dir deməkdir. Sonra B isə V-dən 5 dəfə kiçikdir. O demək ki, V B-dən 5 dəfə böyükdür. Yəni B V-dən 5 dəfə kiçikdirsə, B kiçikdir V-dən. Deməli V böyükdür. Neçə dəfə? 5 dəfə. O demək ki, B məsəl üçün 10-dursa, V artıq 50-dir. B olan halda deyir ki, A ilə V arasındakı münasibəti müəyyənləşdirin. Görürəm ki, B 10 olanda A 20 olur, V 50 olur. Və nəticədə V A-dan böyük olmuş olur. Hardadır? B variantında sual doğru cavabını tapmış olduq. Sonra digər variantlardan da ilişib qalmış ola bilərsiniz. Deyək ki, bənzətmiş ola bilərsiniz. Buradakı asılığı çaşdıra bilərsiniz. Bu formada yazsaq, məsəl üçün deyək ki, deyirəm ki, buradan, yuxarı hissədən B bərabərdir, A bölünsün 2-yə. B-ni tapıram tənlik kimi. Aşağıda yerinə nəzərə alıram. V bərabərdir, 5 vurulsun, B-nin yerinə yazıram, A bölünsün 2. Buradan alınır V bərabərdir, 5A bölünsün 2. Bunları çarpaz vuranda 2V bərabərdir, 5A alınır. Amma C variantına nə yazılıb? 2A bərabərdir, 5V yazılıb. Ona görə bu variant da yanlışdır, səhvən onu yazmayın. Mən sadəcə yerinə ədədlər yazıb da yoxlaya bilərsiniz. 69-cu sualda ilişəcəyinizi düşünmürəm. Keçirəm sürətli 70-ci suala. İndi qanuna uyğun müəyyən edib sual əvəzinə uyğun variantı yazmalıyam. Sürətli baxıram, variantları da göz gəzdirək. Elə variantlarla tapaq gedək. Şəkil, cədvəlləri mövzusundan sualdır. Bununla birinci dəfədə görmürsünüz. Daha əvvəldə görmürsünüz. Deməli, indi arxa hissəsi 40-40 xətti, 40-40 xətti, 40-40 xətti. İkinci sətirdə tam xətti, tam çərçivədir, tam çərçivədir. Düzdür? İndi fikir verin, 2 qat çərçivədir, 2 qat çərçivədir, yenə 2 qat çərçivə olmalıdır. Ona görə bunları atdım. Əslində yeni də ata bilərəm. Bir-birinə yaxın məsafədə olan 2 qat çərçivə olmalıdır. Ona görə yeni də atdım. 2 dənə variant qaldı. Burada artıq işim sadədir. Fikir versək, görürük ki, 3 bucaqdır, kvadratdır, dairədir. Görürsünüz, 3 bucaqdır, kvadratdır, dairədir. Hərəsindən bir dənədir. 3 bucaqdır, dairədir. Nə olmalıdır? Kvadrat olmalıdır. Qutardı. B variantında atdıq. Sonra bozdur, nöqtədir, boşluqdur. Sonra bozdur, nöqtədir, yenə boşluqdur. Bozdur, nöqtədir, içərisi boş olmalıdır. B variantını bu səbəbdən də ata bilərdik. A variantının cavabı olaraq tapmış olduq. 71-ci sual, bir-bir sözləri düzəldirik. Dəfələrlə dediyim sualdır. Demişdim ki, demək olar hər bir ildən bir bu sual formasını imtihana salırlar. Rahat yaza bilməyiniz üçün sadəcə metrləri ayırın. Görürsünüz, metri ayırdıq, termometr. Hərarəti ölçən cihaz. Metri ayırdım, metr. Ampermetr, cərəyan şiddətini ölçən cihaz. Getdi. Barometr, görürsünüz, metri ayırıram, təzyiqi ölçən cihaz. Spidometr, yenə metri ayırdım, daha rahat görmək olur, sürəti ölçən cihaz. Nə qaldı? Baxın, simmetriya. Doğru cavab oldu A variantı. 71-ci sualda bildiyimizə görə gəldik, keçdik 70-ci sual formasına. Sıfırdan və bir-birindən fərqli rəqəmlər olduğu şərtdə qeyd olunub. 70-ci sualın. Görə indi nə edə bilərik? 6-6 toplamadır. K ilə K-nı toplayıb N yazıbsa, 2 dənə eyni bir ədədi toplamaqla sonuncu üstündə cüt bir şey ala bilərik də, düzdür?
Ona görə fikirləşirəm ki, anında buradan n cüt bir ədəddir. Cütdür. Buradan deyək ki, sadəcə bunu əldə elədim. Rəqəm atmıram özümdən. İkinci sütuna keçəndə görürəm ki, n ilə n-i toplayıb yazıb 2. Fikirləşirəm ki, ya 1 ilə 1-i toplayıb 2 eləyə bilər, aşağı 2 düşə bilər. Ya da 6 ilə 6-nı toplayıb aşağı 2 sala bilər. 1 yazmıram. Niyə? Burada n-in cüt olduğunu artıq bildiyimə görə. Ona görə artıq baxın, n-ə yazıram 6. Buradan bilirəm ki, k artıq 3-dür. 3 ilə 3-ün cəmi eləyir 6. 6 ilə 6-ın cəmi 12, 2 yazdıq. 1 yadda. M 5 olmalıdır ki, 5 ilə 2-nin cəmi 7. 1 də yadda 8. Qutardı getdi. Deməli M 5-dir. N 6-dır. K da 3-dür. 5 plus 2 dəfə 6 elədi 12. Üstünə də 3-ü gələndə olmuş oldu 20. Yəni nə variantı? B variantı. Bu sualda bilmiş olduq. 73-cü sual forması. Ana və onun üçəm uşaqlarının yaşlarının hasili 216-ya bərabərdir. Deməli, ana, A vurulsun. Bir də üçəm uşaq. Uşaq. Yəni, uşağın kubu. Nəyə bərabərdir? Yaşları hasili 216-ya bərabərdir. Biz fikirləşməliyik ki, görəsən, ananın neçə yaşı var, uşaqların neçə yaşı var. Yaşlar tam ədədlərlə ifadə olunub və ananın yaşı deyir, 2 rəqəmli ədədi ifadə edir. Belə ədəd özünüz təxmin edə bilmirsinizsə, götürün bir kənardan 216-nın vuruqlarını ayırın. Baxın, bölürəm. 2-yə böldüm. 2-yə böləndə 216, elədi 108. 2-yə böldüm, elədi 54. 2-yə böldüm, oldu 27. 27 2-yə bölmür, 3-ə böldüm. 9, 3-ə böldüm. 3, 3-ə böldüm 1. Deməli, 216, burada gördünüz, bu rəqəmlərin hasilinə bərabərdir. 3 dənə uşaq olduğuna görə, görürsünüz, uşaqların hər birinə. Əgər 3 yaşı versəm, onda 3-ün kubu 27, ananın yaşı da, ana artıq 2 vur 2 vur 2. 8 qalmış olacaq. 8 vurulsun 27 gəlib 216-nı verəcək. Amma şərtdə yazıb axı, ananın yaşı 2 rəqəmli ədədlə ifadə olunub. Görürsünüz, məntiqlə onsuz da ananın yaşı 8 ola bilməz. Hətta onu belə düşünməyəsiniz deyə, imtahanda hər zaman bu formada şərtlərlə bizə kömək edirlər, sağ olsunlar. İndi gördüm ki, bu formada yazmaq düzgün olmadı. İndi bu səfər götürürəm, fikirləşirəm ki, uşaqların hər birinin 2 yaşı olsun. 3-əmdirlər də bunlar. Ananın yaşı da buradakı 3-lərin hasili olsun. Uşaqların yaşı 2 vur 2 vur 2, 2-nin kubu. Ananın yaşı 3 vur 3 vur 3, 27. Nəticədə 8-i 27-yə vururam. Nə olmuş olur? Olmuş olur 216 və 27 yaş ananın yaşı alınmış olur. Fikir versə, əvvəldə yazdığımla təbii ki, vuruqları deyə sonraki yazdığımın heç bir fərqi yoxdur. Sadəcə birində uşaqların yaşları hasili 8 edir. Ananın yaşı 27. Digərində ananın yaşı 8, uşaqların yaşları hasili 27. Hansı uyğun olar deyə məntiqlə, buradakı cümlə ilə qərarımızı verdik, keçdik növbəti suala. 74-cü sual. Aşağıdakı şəkildə təsadüfi qeyd olunan nöqtənin 1, 2, 4 və 5 nömrəli fiqurlara düşməməsi ehtimalını tapın. Mən bir nöqtə qeyd edirik ki, fiqurun içərisində. Baxın, burada bir nöqtə qeyd edəcəyik təsadüfi. Deyir ki, qeyd olunan nöqtənin 1-ə, yəni bura, 2-yə, 4-ə, 5-ə düşməməsi ehtimalını tapın. 3 ilə bağlı bir şey deyib, deməyib. Deməli, 3-ü boş verirsiz gedir. Və fikir versə, 3 özdə elə yerdə dayanıb ki, biz bunu konkret olaraq tamlarla falan hesablayıb heç axırına çıxa bilmərik. Ona görə baxın, 3-ü rənglənmiş hissə kimi nəzərə alıram. 3-ə heç fikir vermirəm. Amma 1, 2, 4, 5 bunların sayəsini hesablayacağım. Əvvəlcə biz ehtimalı tapanda nə edirik? Əgər ehtimalla bağlı probleminiz varsa, kombinatorika ehtimal fəzai zəkara yazırsınız. Videomu izləyirsiniz, ondan sonra burada yazdıqlarımı biləcəksiniz. Baxın, ümumi sahəni aşağı yazacağım. 1, 2, 4, 5 fiqurlarına düşməməsi ehtimalını deyir də. Xüsusini yuxarıya yazacağım. Oradan ehtimalını tapacağım. Nəyin ehtimalını tapacağım? Bu fiqurlara düşməsi ehtimalını tapacağım. Bəs yerdə qalanı, şərti necə quracağım, necə tapacağım onu bir qədər sonra biləcəyik.
Ümumi sahəni tapanda 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 dama bura. 4, 5, 6, 7, 8, 9, 10, 11 dama bura. 11'i 11'e vururam. Buradan yazım. Nəticədə ümumi sahəni 121 olaraq tapıram. Əla, bunu bildim. İndi buradakı ağ figurların sayəsini tapıram. Əvvəlcə bunun oturacağı. 2 dama bura. Bura 0.5, bu da 0.5. Bir yerdə elədi 3 dama. Hündürlüyünü tapırıq. 1, 2, 3, 4 dama. Üçbucağın sayəsini bilirik ki, oturacağı və üzərinə çəkilmiş hündürlüyə vururuq. Sonra bölürük 2'ye. 3 dəfə 4, 12, 2'ye böldük, oldu 6. Deməli, bu üçbucağın sayəsi oldu 6. Sonra bu düzbucaqlı. 2 dama bura. Düzdür? 0.5, 1, 2, 3. 3 tam 5. 2'ni vurduq 3.5'e. Elədi 7. Bilirik ki, düzbucaqlının sayəsi n'nin uzunluğuna hasilidir. Bu da getdi. Növbəti parallelogram. Parallelogramın sayəsi oturacağı vurulsun hündürlükdür. 0.5, 1, 2, 0.5. Bir yerdə neçə elədi? 3 elədi də, düzdür? Bu yarımlar gəlib 1 tamı, 1 damanı vermiş olur. Şərtdə onsuz da yazıb ki, burada 1, 2, 4 və 5 figurların təpə nöqtələri ya xananın mərkəzinə, ya da təpə nöqtəsinə, ya da tərəfinin ortasına yerləşir. Ona görə buradan bilirik ki, bura 0.5'dir. Mən 0.5, 1, 1, 0.5. Bir yerdə elədi 3. Bura oldu 3. Hündürlüyünü çəkirəm. Hündürlüyü 0.5, 1, 1. Elədi 2.5. Burada 0.5. Elədi 3. Burada oldu 3. Nəticədə 3'ü 3'e vururuq. Buranın sayəsi elədi 9. Qaldı trapesiyanın sayəsi. İstəsəz bu formada bölüb 2 dənə üçbucaq, bir dənə düzbucaqlı formasında da hesablaya bilərsiniz. Və yaxud da trapesiyanın sayəsini bilirsinizsə, oturacaqları cəminin yarısı vurulsun hündürlükdür. İndi oturacaqları cəmini tapaq. 1.5 buradır, yazdım 1.5. Plus 1, 2, 3, 3.5 buradır. Yazdım 3.5. Bölünsün 2, vurulsun hündürlük. Hündürlük də baxın 0.5. Bura 1, 1.5. Bu da 0.5 elədi 2. 2 ilə 2 ixtisar getdi. 1.5 ilə 3.5'in cəmi bir yerdə eləmiş oldu 5. Nəticədə buranın sayəsində 5 olaraq tapdıq. İndi təsadüfən qeyd edəcəyim bir nöqtənin bu 4 dənə ağ figurdan birinə düşmə ehtimalı, ağları toplayıram. 6 ilə 5'in cəmi eləyir 11. Üstünə 9 gəldim 20. Üstünə də 7'ni gəldim. Elədi 27. 121'də 27'dir. Amma bizə bu ağlara düşmə ehtimalını demir ki, ağlara düşməmə ehtimalını deyir. Ona görə də 121 sahəsindən, ümumi 121'dən bu ağlara düşməməsi deyir də. Bu ağların sahəsini nəzərə almıram. Yəni 27'ni çıxıram. 121'dən 27'ni çıxanda neçə eləyir? Eləyir 94. Və cavabı yazıram ki, ağlara düşməsi sayəsi 121'də, daha doğrusu ehtimalı 121'də 27'dirsə, düşməməsi ehtimalı 121'də artıq 94'dür. Ona görə doğru cavab nə oldu? D variantı 74'ü də bilmiş olduq. 75-ci sual forması test toplumumuzda da işlədiyimiz, gördüyümüz, yazdığımız sadə bir sual formasıdır. Məncə bunlara artıq səhv eləmə lüksünüz yoxdur. Baxan kimi hiss olunur ki, dairə vurmadır. 5 dəfə 2 eləyir 10. Bu hissədə. Bu dairədə vurmadırsa eləyir 12. Ki, başqa bir şey ola bilməz, eyni işarədir. Ondan 12'dən də 22'ni almaq üçün kvadrat olur toplama. Toplayanda eləyir 22. İndi aşağıda kvadratlar toplama, dairə vurma. Yoxlayıram 7 və 5. 5 dəfə 7, 35. İşarələrin yer dəyişməsinə mütləq fikir verin. Belə şeylərdən səhv eləməyin. 7 dəfə 2, 14. Düzdür? 4 dəfə 6, 24. 14 ilə 24'ün cəmi elədi 38. İndi axır ki, kvadrat toplamadır. Dairə vurma. 5 ilə 3'ün cəmi elədi 8. 2 ilə 6'nın cəmi 8. 8 dəfə 8 elədi 64. C variantı olaraq sualın doğru cavabını tapdığımıza görə bundan da ilk hissəmizin izahını yekunlaşdırmış olduq. Salam əziz tələbələr, hər vaxtınız xeyir olsun. Demin 29 yanvar tarixində keçirdiyi sınağın ikinci hissəsi ilə davam edirik. 75-ci suala qədər izah olunmuşdu. 76-cı sualdan sonra isə mən izah eləyəcəm.
Burada oxşar suallar var idi, təkrar suallar var idi. Böyük ehtimal ki, onları işləyibsiz, artıq yadınızda saxlayıbsınız. Əgər yaddan çıxıbsa, indi bu izaha baxıb yadda saxlayın. İmtahanda niyə də düşməsin bu suallardan. 76-cı sual 99% belə deyək. Bu tipli misallarımız nə olurdu? Ağ-qara məsələsi olurdu. Yəni ağın üstünə qara gələndə nə olur? Bozun üstünə ağ gələndə nə olur? Fikir versək, baxırıq ki, bozun üzərinə ağ gələndə boz verir. Kənardan yazıram. Bozun üzərinə ağ gələndə boz verir. Və yaxud da ki, birini də yoxlamaq istəsəm, bozun üzərinə ağ gələndə gördüm, bozu vermiş oldu. Bəs yaxşı, tələsməyin, həmişə ağla bozu da yoxlayın, bəzən dəyişik çıxa bilir. Ağın üzərinə boz gələndə nə verir? Ağın üzərinə boz gələndə, yox, yenə də bozu vermiş oldu. Yazıram bura, ağın üzərinə boz gələndə bozu vermiş oldu. Daha sonra ağın üzərinə ağ gələndə ağ verdiyini gördüm. Və nəhayət, bozla bozla tapaq. Bozun üzərinə boz gələndə nə verir? Ağ hissəni vermişdi. Bozun üzərinə boz gələndə ağ hissəni vermişdi. İstəsəz digərlərinə də yoxlasın görün, bir neçəsində uyğun gəlirmi, yoxsa yox. Cavab hissəmizə keçəndə isə, deməli, bozun üzərinə boz gələndə nə verirdi? Ağ. Birinci isə ağ olmalıdır. Baxıram, D bəndində boz idi deyə, Y bəndində boz idi deyə çıxdım. Qaldı 3 variantım. Daha sonra ikinci olaraq, ağın üzərinə boz gəlməlidir. Ağın üzərinə boz gələndə boz verməlidir. Amma baxıram ki, C bəndində bu hissədə boz verməmişdir. Ona görə C variantını da çıxıram, gedir. Daha sonra, üçüncü hissəyə baxıram, ağla ağ. Üçüncü hissəyə, dördüncü hissəyə baxmağa dəyməz. Biraz variantlara baxın, fərqli hissədən gedin. Çünki bura ilə bura eynidir. Zaten eyni verəcək. Vaxt ikisi olmasın. Orada 5 saniyənin belə sizin üçün önəmi var. Bu hissələrə baxın, fərqlidir. Ağdı yoxsa boz olmalıdır. Elə birinci hissəyə baxıb tapacağıq. Ağla ağın cəmi bizə nəyə verirdi? Ağı verirdi. Ona görə A bəndini silirəm. Qalır nə? Cavabımız B variantı. 77-ci sual şifrələr mövzusuna aid bir sualdır. Sadə bir sualdır. Məncə bunu rahat-rahat həll edə biləcəksiniz. 1, 9, 9, 6, 0 var. Baxıram ki, birinci cərgədə 2 dənə eyni fiqur hansıdır? Bu işarədir. Qələmimiz çox qalındır deyəsən. 9. Yazıram bura 9. Bura 9 olandan sonra digər hissələrə də harada varsa 9 yazıram. Bizədən oradaydı. Buradan sonra artıq sütun baxmağa gərək yoxdur. 9 çıxdı. Deyirsiniz ki, ikinci rəqəmi 9 olan hansıdır? Daha sürətli. Bunu əvvəl ilk dəfə görmüş olsaydınız, pillə-pillə izah elərdim, amma məncə ona gərək yoxdur. 9 haradadır? Burada. 1907. Yapışdırırsınız, bura getdi. Simal işarəsi 7-dir, 7-dir, 7-dir. İkincisi 7 olan hansıdır? 0765 yazsınız bura. 0765. Günəş işarəsini 6 qoysam, 6 ilə başlayan 6078. 6078. Daha sonra 9 ilə başlayan 2 dənəsi var. 9, günəş işarəsi 6 idi. 96 ilə başlayan 9605. Yazıram bura 9605. Bir də qalmışdı 9071. Burada yazdım 9071. Gördünüz 10 saniyə, 15 saniyə içərisində düzlük getdi. Məncə siz də belə eləyə bilirsiniz. Birincisi fikir verin, burada çaşdırıcı hissələr nə idi? Günəşlə bununla başlayır. Elə bilirsiniz ki, bu kodu sizdən istəyir. Amma orada tərsi nə idi? Bax, bu misalın biraz çaşdırıcılığı o idi ki, 6 sıfırla başlayan görüb tez 6078 yazsaz, aləm dəyərdi bir-birinə. Burada 6, sonra 0, ürək 8, sonra 7-dir. Yəni, bir çox misallarda elə buradakı olanlardan verirdi, amma burada elə deyil. İstədiyi fiqurları yan-yana qoyub onu soruşur. 6087, üzərinə gəl. Üçbucaq işarəsini çəkdim. 1, romb işarəsi 5, günəş işarəsi 6, bu da 9. Deməli, 6087 üzərinə gəl 1569. 1569. 6, bir yadda 5, bir yadda 6, heç nə qalmadı 7. 7656. Onu da kodlaşdırmağa çalışsaq, 7-nin kodu nə idi? Simal işarəsi. Bu getdi, bu getdi, bu getdi. 2 dənə də 6 var, 2 dənə də günəş işarəsi olmalıdır. Bu da getdi. Cavabımız qaldı nə? 77-də B variantı. Belə sadə bir sual. Dediyim kimi yenə çaşdırıcılığı biraz. Burada düzülüşdə ola bilərdi ki, tez qərar versəydik ki, onda bunu 6-0 başda budur. Səhv eləmiş olardınız o zaman. Gəldik 78-ci suala, yenə şifrələr mövzusuna aid bir sualdır. Artıq bu səfalət üzərinə 1, 2, 3, 4 yazmaq fikrim yoxdur. Biz bilirik bu sürətli getməyin yolu. Baxıram buraya yazılıb S1. Baxıram 1S yazılan hərflərin içərisində S kodu olmadığına görə, deməli, buradakı hərflərlə olan bir hərf deyil. Yadda saxlayın. Bizim ilk hərfimiz 1S yazıram. Düzdür? 1S. Bu 1S'in kodu bu
kodların içərisində S hərfi olmadığına görə deməli mənim hərflərimin içərisində də heç biri olmamalıdır. Baxıram R hərfi yoxdur, T hərfi var. Baxın səfalət də T ilə qutarır, qəbahət də. Bu təbabətlə T ilə başlaya bilməz. Yəni T ilə başlaya bilməz. L hərfi, səfalət sözündə L var. Deməli, lətafət də ola bilməz. Gördünüz, ilk hərfimizin kodu burada olmadığına görə 3 variantı silə bildik. Kod əgər burada yoxdursa, deməli, onun hərf qarşılığı da burada olmamalıdır deyib, rahat-rahat 3 variantı sildik. R ilə C isə yoxdur həqiqətən, başlaya bilərik ikinci hərfi baxmağa. İkinci hərf ikisində də ədir. Görürsünüz, yenə variantlara baxdım, yoxlamıram. Üçüncü hərfi yoxlayacağım. Üçüncü hərfə baxın nə yazıb? 3C yazıbdır. 3-ə C yazıbsa, gələn variantların içərisinə baxıram. C hərfi nədir? C-yə 5 yazıb. 5 nədir? 1, 2, 3, 4, 5. H hərfidir. H hərfi isə rəqabətdə yoxdur. Cavabımız olur nə? Cəhalət, Y variantı. Bir də deyirəm, buradan geriyə getməyi yəqin ki bilirsiniz. 3C yazılıb. Yəni, buraya yazıram 3C. C hərfinin kodu 3-cü hərfimiz olacaq. 3C deyəndə gəlib burada 3F-ə baxmayın. Yəni, bizdə mövqe yox, hərf önəmlidir, hərf. 3C deyilsə gəlirəm C hərfinə baxıram. Baxıram ki, burada C hərfi 5-ci hərfin kodudur. 5-ci hərfi də saydım oldu. H hərfi cavabımız oldu cəhalət. Gəldik 79-cu suala. Maraqlı bir sual idi. 24, 17, 5-dən necə 24 ilə 17-dən necə 5 alar və ya 42-dən 27-dən necə 6 alar? Bunun qaydası belə idi. 24-ü 2-yə bölürsünüz eləyir 12. Desəz 12 üstünə 5 gələm 17 və ya 17-dən 12 çıxıram 5. Bu küncdə yazıb deyim, belə deyək. 17-dən də 12 çıxıram eləyir 5. 42-ni 2-yə böləm eləyir 21. 27-dən də 21-i çıxıram eləyir 6. 66-yı 2-yə böldüm 33. 40-dan da 33 çıxıram eləyir 7. Niyə üçündə yoxladım? Çünki bəzən ikisində keçərli olur. Üçüncüsündə başqa bir üsul çıxmış olur. Həmin üsul gerçək olmur. O zaman bir sualımız getmiş olaraq. Ona görə diqqətli olun. Çox saniyənizi aparmayacaq, amma yoxlamasanız bəlkə bir sualınızı apara bilər. 78-i 2-yə böləndə eləyir 39. İndi nəyə tapmalıyıq? X-dan 39 çıxanda 8 eləsin. Yəni, və yaxud da ki, elə 39-dan 8 gələndə bu X eləsin. Eləyir neçə? 47. 47-dən 39 çıxsam 8 eləmiş olar. Cavabımız oldu D variantı. Qanuna uyğunluğu müəyyən edin. Aşağı operatorlara aid bir sual idi. 3, 5. Birinci bunu hesablamaq lazımdır. Gətirəm, yazıram yerinə. Bura 3, burada 5. R-in qiyməti 3, R-in qiyməti 3, S-in qiyməti isə 5 oldu. Bərabərdir. 3-dən 5 çıxanda mənfi 2 eləyir. 3-ü də mənfi 2-yə vuranda mənfi 6. Mənfi görəndə vay aman bu nə idi, səhv elədim deyə. Demin, mənfi də bir qiymətdir da. Mənfi 6 aldımsa, bu mötərizənin yerlərinə yazıram. Mənfi 6. İndi 3 ilə 5 hesablayandan sonra yeni bir misal ortaya çıxdı. 4 operator mənfi 6. İndi 4 operator mənfi 6-nı hesablamalıyam. Yenə sağ-sağa, sol-sola bərabərdir. R-in qiyməti 4 olacaq. S-in qiyməti isə 6 olmuş olacaq. Yəni mənfi 6. Yenə R-in qiymətinə 4 qoyuram. R-in qiymətinə 4. Burada da mənfi 6. Yenə riyazi əməllərdə, hesablamalarda biraz çətinlik çəkəniniz varsa, o səhvliyi eləyə bilərdi. Yoxsa belə çox-çox rahat bir sualdır bu tip. 4 vurulsun. Yəni, yadda saxlayın ki, 2 dənə mənfi, 4 çıxaq mənfi 6. Artıq onu 4 plus 6 eləyir. Bəzən də 4-dən 6 çıxıb mənfi 2 eləyirlər. 4-də 2-yə vururlar mənfi 8. Cavab B bəndi. Misalda səhv oldu, getdi. 4-dən mənfi 6 çıxanda, baxın 4-dən mənfi 6 çıxanda bu 2 dənə mənfi olduğuna görə müsbətə çevirir, olur 10. 4-ü də 10-a vurursunuz, eləyir 40. Görün, B cavabı isə mənfi 8 hara, 40 hara. Cavabımız oldu 80-də C variantı. Gəldik 81-ci suala. Anagram mövzusundan bir sual. A bəndindəki Günəşdir. B bəndindəki Plutondur. Y bəndindəki Yupiterdir. Yupiter. B bəndində Saturndur. Və burada da Merkuridir. Orxan müəllimin planeti. Merkuri günündə videolar çəkirik də biz. Deməli, Plutondur, Yupiterdir, Saturndur, Merkuridir planetlərdir. Günəş isə ulduzdur. Ən böyük sarı ulduz. Qanuna uyğunluğu müəyyən edin və sual əvəzinə uygulanan variantı seçin. Baxmalısınız ki, birinci şəkildən ikinci şəklə keçəndə nə hadisə baş verir, ikincidən üçüncüyə keçəndə hansı artım baş verir. Diqqətlə baxanda görürəm ki, mənim əsas ana şəklimə heç bir dəyişiklik eləmir. Sadəcə birinci şəkildən ikinci şəklə keçəndə kvadrat əlavə elədi. Bəs ikincidən üçüncüyə keçəndə nə elədi? Bir dənə ortasına, içinə romb əlavə elədi. Bitdi. Baxıram yenə birinci şəklim, ana şəklimə düzbucaqlı əlavə elədi. Yəni, burada düzbucaqlı idi. Sonra nə əlavə elədi? Romb əlavə elədi özündən. İndi məndə öz şəklimdə verilən sualımda isə
Birincisi düzbucaqlığını əlavə eləyib. Mən isə növbəti şəklə keçəndə nəyi əlavə etməliyəm? Rombu. Rombu əlavə eləyəndə isə bu formada içdən bir romb əlavə eləməliyəm. A bəndinə, D bəndinə əlaqəsi yoxdur, B bəndi yoxdur, C bəndi də. Cavabımız qalır nə? Y variantı. Bir də ki, fikir verin, dəyişiklik nə ola bilər? Bu fiqurumuzun, ana fiqurumuzun getdikcə balacalaşmağı ola bilər. Burada da balacalaşa gedirdi. Eyni zamanda dairə balacalaşdı. İndi yenə balaca formada oldu. Bu da gözünüzdən qaçmasın. 83-cü sual. Qatlanaraq kağızların kəsilib açılması. Bu sualları həmişə izah eləyəndə deyirdim ki, bu şəkili açmağa gərək yoxdur. İndi görək, həqiqətən ona gərək qalacaq, yoxsa qalmayacaq. Simmetriya ilə həll edib tapmağa çalışaq. Misal üçün, birinci yerdə bax, bu hissə olduğu kimi qalmalıdır. Düzdür? Hər yerdə olduğu kimi qalmalıdır. Baxıram ki, variantlarda olduğu kimi verilibmi? Çünki bizim ana şəklimiz heç vaxt dəyişməzdir demişik də. Sonra baxıram, bu hissədə də eynidir və aşağı hissədə eynidir. Görürsünüz, buna görə bir variant çıxa bilmədi. Amma bu hissənin kəsilmini görürsünüz. Bu yuxarı açılanda bu bir-birinə simmetrik olmalıdır. Bax, bu ikisi bir-birinə simmetrik olmalıdır. Amma ikisi də eyni istiqamətlidir. Yəni bu oxun yuxarı fırlananda, bax bu ox neynəməlidir? Güzgüyə baxmalıdır. Buradan bir güzgü əks eləsəm, bunlar bir-birinə paralel formada yox, ağız-ağıza durmalıdır. Yəni bu uc hissəsi bunun uc hissəsinə baxmalıdır. A bəndində görürsünüz, bax bu hissə səhvdir. Sonra B bəndində görürsünüz, mən dediyim kimidir. Heç bir problem yoxdur. Daha sonra D bəndinə baxıram. D bəndində də yenə A bəndindəki kimi bir-birinə paralel formada vermişdir. Bunları üst-üstə qatlasam axı eyni şey alınmayacaq. D bəndində ona görə çıxdım. C bəndində baxın, biz istəyən kimi verilibdir. Daha sonra Y bəndində, bəli, biz istəyən kimi verilibdir. Bir də əsas məsələ indi ortadan simmetriyanı çəkə bilərsiniz. Ortadan simmetriyanı çəkəndə isə yenə də 2 variantı çıxmış olacaq. Cavabımız qalacaq. D bəndinə baxıram. Y bəndində bu yuxarı fırlanma nəticəsində, yəqin ki bilirsiniz, oxlar bu formada durmalıdır. Yəni ikisi bu formada, uc hissəsi sağa baxmalıdır. Yəni bax, bu ox fırlananda bu uc nöqtə sağa baxmalıdır. Amma görün, burada sağa baxan bir nəsə görürsünüzmü? Xeyr, yuxarı baxan. Özdə ikisi də eyni formalıdır. Heç onu fırlamaq təsəvvürünüz olmasa belə, düşünün ki, bu aşağı baxan da fırlananda bu formada olur, yuxarı baxan da fırlananda bu formada olur. Bu necə ola bilər ki? Yəni bu məntiqlə də rahat-rahat çıxa bilərdiniz. C bəndinə baxıram. C bəndə heç ümumiyyətlə səhvdir. Bu hissə fırlananda ortadan bölünmə deyil ki, deyim, gəlib burada üstə düşəcək. Bu diaqonalla bölünmə. Daha diqqətli olun. Bu yuxarı hissə, baxın, bu hissə gəlib bu hissəyə yapışır. Bu hissəyə yapışanda artıq burada ürəklərin nə işi var? C bəndində rahat-rahat ona görə çıxıram. Cavab qalır nə? B variantı. Gördünüz, dedim, ucu nöqtə sağa baxmalıdır. Gördünüz, sağa baxdı. Bu ucu nöqtə isə sola baxmalıdır. Həqiqətən də sola baxır, fırlanmada da, dairələrdə bir problem yoxdur. Ürəklərin ucu nöqtəsi o tərəfə baxmalıdır. Bəli, baxın, bura baxır. Bu hissədə gəlib yapışır burada. Yenə də həmin istiqamətə baxmış olur. Yarıdan bölünmələr də eynidir. Bu kvadratlara fikir verin. Bu kvadratlar da eyni formada olmağına baxmayın. Kvadratlar diaqonalla güzgəksiz olanda elə eyni formada qalırlar. Bunu fırlasaz yenə üzərinə düşmüş olacaq. Keçdik 84-cü suala. Bir kub sualı idi. Verilən açılışa uyğun olmayan kubları seçin deyir. Çox rahat şəkildə normal kubumuza çevirmək lazımdır. Normal kubumuza olması üçün belə. Səni bir dəfə fırladıram. Kubun birinci təməl qaydası, yəni qarşı üzlər qaydasına görə rahat-rahat cavabımızı tapmış olacaqdınız. Çətin kub sualı deyildi təbii ki. Baxıram indi. S ilə B qarşı üzdür, 3 ilə 1 qarşı üzdür, A ilə də 2 qarşı üzdür. Kənara da yaza bilərsiniz, beyniniz qarışmasın deyə. Deməli, ikinci şəkildə görürəm ki, 2C A veribdir. Amma mən dedim ki, A və 2 bir-birindən qarşı üzdür. Qarşı üzlər yığılmış kubda eyni anda görsənə bilməzdi demişik. Bəli, bizə də uyğun olmayanları istəyir. Və üçüncü şəkilə baxıram. Üçüncü şəkildə isə B və C-ni vermişdi. Biz nə dedik? Dedik ki, B ilə də C bir-birindən qarşı üzdür. B ilə C-nin də qarşı üz olduğuna görə yığılmış kubda eyni anda verilə bilməzdilər dedim. 2 ilə 3 seçdim. Elə cavabımız oldu nə? D variantı. Digərlərini yoxlasaz, heç bir problem yoxdur. Məncə, vaxt itirməyin onun üzərində. Gəldik 85-ci suala. Bu sualda görübsünüz, izah eləmişik sınaqlarımızda, izahlarımızda. Roman giriş hissəsinə proloq deyilir, operanın giriş hissəsinə isə uvertura deyilir. Cavabımız olacaq nə? Y variantı. Gəldik 86-cı suala.
86-cı sualda qatlanmış vərəqdə kəsiklər edilir. Fikrən vərəqə açın. Yenə kəsiklər məsələsinə görə bu şəkili biraz açmaqda problem yaşaya bilərsiniz. Düzdür, simmetriyadır yenə. Simmetriya görürəm ki, bir dəfə bu ortadan simmetriya olmalıdır, bir dəfə isə bu tərəfdən simmetriya olmalıdır. A bəndinə baxıram. Əgər burada belə bir simmetriya varsa, bu hissənin açılışı gəlib burada olmalı deyil. Hanı verilməyibdir. A bəndini çıxıram gedir. B bəndində hələ ki bir problem görsənmir. Ortadan da böləndə simmetrikdir. Bu tərəfdən də böləndə indi qayıdarıq ona. C bəndi isə açıq-aşkar görsənir. Baxın, ortadan bir dənə simmetrik var da. Bu ortadan simmetriyanı görəndə bu dairə bu tərəfə keçəndə nə baş verdi ki, yarım dairə formasına düşdü? Elə burada da dairə olmalıdır da. Və yaxud da ki, Y bəndinə fikir verin. Bu dairə bu tərəfə keçəndə niyə yarım dairə olsun ki, tam dairə olar da Y bəndində çıxırsınız. D bəndində isə əlavə hissələr var idi. Yəni bu hissələrin hardan yarandığı məlum deyil. Elə bir kəsiklər yox idi axı. Bizdəki kəsik sadəcə buradakı dairə idi ki, yumru əmələ gətirirdi. Bu isə o tərəfə fırlananda belə bir kəsik əmələ gətirirdi. Bu hissəni də yuxarı fırlayanda yenə eyni qaydada kəsiklər gəlib bu yerində dayanmalıdır və dairələr də gəlib bu formada durmalıdır. D bəndində elə bir fiqurlarımız yoxdur deyə cavabımız qalır 86-da B variantı. 87-də dəri lamisə, deməli dəri lamisə özüdür, qulaq isə eşitmə. Cavabımız olacaq B variantı. 88-i də görmüşdünüz. Təkrar suallardandır. Ola bilər görməyə də bilərsiniz. Nədir? Sadəcə bu kağıza elə bu üzərində qatlanıb açır. Bu kağızı açsam bu formada. Buradan qatlanmış kağızı açsam bu formada açılacaq. Bu tərəfə açsam belə, bu tərəfə açsam belə. Açılanda da ortası boş qalır da təbii ki. Yığılma nəticəsində o xəttlər düşmüşdü. İndi biz də şəklimizi açırıq. Bu tərəfə açanda bir dənə kvadrat düz bucaqlı gəlir. Bu tərəfə bir dəfə də düz bucaqlı gəlir. Bu tərəfə yuxarı açılışda isə yəni uc nöqtə qalır yerində, aşağı yuxarı qalxır da alt hissəsi. Burada da yenə aşağı formasında qalxır. Və ortadakı xətt də düşünün ki, yoxdur. Ortadakı xətt də yoxdur. Cavablarımızda isə A və C bir-birinə yaxın idi. Amma A və C-nin fərqi isə bunun alt hissənin oturacağı birləşməsidir. O formada yox. Sırf 88-də A variantındakı kimi idi açılışımız. Gəldik 89-cu suala. Ağac, oduncaq, kağız. Ağacdan oduncaq alınır, oduncaqdan kağız alınır. Kağızdan nə alınır? Karandaş, boya, mebel, sancaq alınmaz. Kağızdan da dəftər alınır. Cavabımız olacaq nə? B variantı. Gəldik 90-92 və 93-95 sayılı suallar var burada. Mətni məntiqi təhlilinə aid sual idi. 90-92-ci suallar. Yazmaq üçün bizə bir qeyd lazımdır. Bir qeyd yaradaq. Bu 93-95-ci suallar məncə işlədiyiniz suallar tiplərində idi. Görmüşdünüz. 90-92 isə biraz məntiqi həmlərin çox olmağını istəyirdi. O da o qədər çətin deyil da. Dəhşət çətin bir şey deyildi. Sadəcə o qədər məlumat verirlər ki, hardan başlayasınız, sxemi necə qurasınız. Orada zaten biraz problem yaşaya bilərsiniz. Amma indi bu izaha baxın və hardan başlamaq lazımdır, necə eləmək lazımdır, daha yaxşı biləcəksiniz. Birincisi, mən nə edirəm? Adları yazıram. Bax, sizin üçün bir cədvəl çəkəcəm buradan. Görən olsun. Cədvəl çəkim burada bir dənə. Neçə nəfər var? Hikmət, Əhməd. 5 dənə burada fiqur hissə var idi. Adlar var idi, mərtəbələr var idi, kvadrat metrlər var idi. 1, 2, 3, 4 illik kredit müddətləri var idi. Bir də 6, 7, 8 min manat ilkin ödənişlər var idi. 5 dənə kateqoriya var. O 5 dənə kateqoriyanı isə biz görün necə sistemləşdirmiş olacaq. Deməli, birinci hissədə nə edəcəm? Adları yazacağam. Buraya yazıram adlar. Adlar kimdir? Hikmət. Yazıram bura Hikmət. Daha sonra Əhməd. Daha sonra Sabir. Və Vasif. Neçə nəfərdilər? 4 nəfərdilər. Düzdür? 5 dənə də hissəmiz var. Düzdür? O hissələr də ayıraq. Bu 1, bu 2, 1, 2, 3, bu da 4, 5 olsun. Deməli, bura yazaq mərtəbə. Bura yazaq kvadrat metrləri. Bura yazaq kreditləri. İllik, neçə illikdir? Burada yazaq ilkin ödəniş. 1000 manat. Aha, bunları qeyd edəndən sonra bizə verilən cümlələri oxuyacaq. Deyir ki, sahəsi 60 kvadrat metr olmayan
60 kvadrat metr olmayan. Bu olmayan deyirsə, bunu yadda saxlayın, bizə lazım olacaq 60 kvadrat metr olmayan niyə lazımdır? 3-cü mərtəbədə yerləşən mənzil, yazıram bura, 3-cü mərtəbədə yerləşən mənzil 6000 ilkin ödənişlə, yazıram bura 6000 ilkin ödənişlə 4 illik kredit alınıb. 4 illik kreditlə alınıb. Görürsünüz, burada 3 mərtəbəli olduğu, 6000 olduğu, 4 illik olduğu verilir açıq-aşkar. Amma kimindir, bilmirəm. Sonra deyir ki, Vasifin 2 illik kreditlə aldığı mənzil üçün. Vasifin 2 illik kreditlə aldığı mənzil üçün deyirsə, deməli, Vasif 2 illik kreditlə aldı da. Tez yazırsınız Vasifə 2 illik. Buraya yazdım 2 illik. Vasifin 2 illik kreditlə aldığı mənzil üçün ilkin olaraq ödədiyi məbləğdən daha az pul ödəyən Əhməd 4-cü mərtəbədəki 70 kvadratlıq metrlik mənzili alıbdır. Buradan nəyi öyrəndim? Əhmədin 4-cü mərtəbədə olduğunu öyrəndim. Yazıram bura 4-cü mərtəbə. Əhməd 4-cü mərtəbədədir və 70 kvadrat metrlik mənzil almışdı. Yazdım bura 70 kvadrat metrlik. Bir də nəyi çıxartdım? Bu da çox önəmli. Daha cümlə bizə lazım olacaq suallar tapmaqda. Vasifin 2 illik kreditlə aldığı mənzil üçün ilkin olaraq ödədiyi məbləğdən daha az pul ödəyən Əhməd. Deməli, Əhməd ilkin ödənişi Vasifdən az eləyibdir. Bir kənarda yazırsınız ki, Əhməd kiçikdir Vasifdən. Yəni, bu Əhməd kiçikdir Vasifdən yada saxlayın ki, ilkin ödəniş olaraq deyə altından yazdım elə. İlkin ödəniş olaraq nəzərdə tuturam ki, Əhmədin ilkin ödənişi Vasifdən az idi. Sonra 3-cü cümləni oxuyuram. Vasifin mənzilindən yuxarı mərtəbədə sahəsi ən az olan mənzilə Hikmət alıb. Amma onu 3 illik kreditlə götürməyib. Deməli, Vasifin mənzilindən yuxarı mərtəbədə sahəsi ən az olan mənzilə Hikmət alıb. Sahəsi ən az olan Hikmət alıb deyirsə, mən buradan bir dənə bunu tuta bilirəm ki, sahəsi ən az olan 50 kvadrat metr idi. Rahat-rahat bura gətiririm. Yazım nə? 50 kvadrat metr. 50 kvadrat metrdə kim almışdı? Hikmət almışdı. Hə, bax, buradan sadəcə verilən cümlələrdən üzdə olanı çıxara biləcəyimiz bu qədərdir. Bundan sonra misal həll eləmək olar belə? Təbii ki, yox. Bu hissədə məntiqi məsələ nə idi? Vasifin hansı mərtəbədə olub-olmadığını tapmaq. Niyə? Çünki Vasifin mənzilindən yuxarı mərtəbədə deyir. Artıq burada məntiq işlətmək lazımdır. Bizim mənzillərimiz neçə mərtəbəlidir? 3, 4, 5 və 6 mərtəbəlidir, düzdür? Mən normal olaraq bura 6-cı mərtəbəni yaza bilmərəm. 6-cı mərtəbəni yaza bilmərəm? Çünki Vasifin mənzilindən yuxarı mərtəbə deyir. Bizdə elə ən yuxarı mərtəbə 6-cı mərtəbə idi axı. 6-cı mərtəbədən üzr istəyirəm. 6-cı mərtəbədən yuxarı mərtəbə olmadığına görə mən Vasifə 6-cı mərtəbəni qeyd eləyə bilmirəm. Bir də ki, burada gördüyüm olaraq Əhməd 4-cü mərtəbədədirsə, deməli Vasif 4-cü mərtəbəni də qeyd eləyə bilmirəm. 6-nı ona görə qeyd eləmədim ki, onun üstündə mənzil yoxdur. 4-ü ona görə qeyd eləmədim ki, Əhməd artıq 4-cü mərtəbədə yerləşibdir, onu dəqiq bilirəm. Qaldı neçə mərtəbə? 3-cü mərtəbə qaldı. Bir də neçənci mərtəbə? 5-ci mərtəbə qaldı. Hə, bax, dedim ki, sizə birinci cümləndə elə belə verməmişdi. Birinci cümlədə nə yazmışdı? 3 mərtəbəli 6000 manata 4 illik kredit. Vasifin mənzili neçə illik krediti? 2 illik krediti. Buradan tutmaq lazım idi ki, əgər burada 4 illik kredit deyirsə, bu Vasifin binası deyil. Çünki Vasifin binası 2 illik idi, 2 illik. Bir də deyirəm, bu 6 ilə 4-ü tapmaq asandır. Digərini isə cümlələrdən çıxardırıq ki, burada yazılmışdı 3-cü mərtəbədə 6000 manata 4 illik. Amma Vasifin mənzili 2 illik olduğunu şərtin özü bizə demişdi. Burada 4 illik olduğuna görə, burada 2 illik olduğuna görə deməli Vasif 3-cü mərtəbədə də yaşamır. Bütün variantlarımızı neynədik? Tapmış olduq ki, 3-də deyil, 4-də deyil, 6-da deyil. Deməli, hansı mərtəbədə yaşayacaq? 5-ci mərtəbədə yaşayacaq. İndi bunu silim. Baxın. 6 deyildi, 4 deyildi, 3 deyildi. Neçənci mərtəbə oldu? 5-ci mərtəbə. Bura rahat-rahat yazıram. Neçə? 5-ci mərtəbə. 5-ci mərtəbəni yazandan sonra işimiz çox-çox rahatlaşır. Yəni, bunun qırılma anı Vasifin neçənci mərtəbədə yaşaması idi. Deməli, burada 50 kvadrat metr, 4 illik, daha doğrusu 2 illik hissə tutulubsa, 4-cü mərtəbə, 5-ci mərtəbə gedibsə, mən hara yazmalıyam bunu? Bu hissəni. Düz sabir olan hissəyə yazmalıyam. Bunu daha da dəqiqləşdirək. Bizə deyirdi ki, 50 kvadrat metr var, 70 kvadrat metr var.
Bu hissə qalıbdı. Bu 2 illiyin artıq bu 3 mərtəbəli, 6000-lik, 4 illik olmadığını tapdıq da. Vasifin neçə kvadrat metr aldığını tapmaq çətindir ki, xeyr. Niyə çətin deyil? Çünki burada yazmış sahəsi 60 kvadrat metr olmayan. 3-cü mərtəbə. 60 kvadrat metr olmayan deyirsə, deməli, mən 100% bilirəm ki, Vasifin mənzili 60 kvadrat metrdir. Çünki bu 3 mərtəbəli 6000 və 4 illiyi yerləşdirə biləcəyim bircə dənə hissə qalmışdı. Bircə dənə hissə qalmışdı ki, o da yuxarı hissədə Sabir olan hissə idi. Deməli, Sabir 3-cü mərtəbədə olacaq. Sabir 3-cü mərtəbədə olacaq. Sonra 6000 4 illik olacaq. Buraya yazıram 4 illik. Bir də yazıram 6000 manatda ilkin ödənişi var. Burada yazıram 6000 manat. 50 kvadrat metr gedib, 70 kvadrat metr gedib, 60 kvadrat metr gedib. Bura neçə qalmış olacaq? 80 kvadrat metr. Buraya yazıram 80 kvadrat metr. Daha sonra 4-cü, 3-cü, 5-ci mərtəbələr gedib, Hikmətə isə qalıb neçə? 6-cı mərtəbə. Bundan sonra illikləri müəyyən eləmək lazımdır. İllikləri müəyyən eləmək vermişdi bunu. Bunu verib biz qeyd eləməmişik. Sahəsi ən az olan mənzili Hikmət alıb, amma 3 illik kreditlə götürməyib. Hikmət əgər 3 illik kreditlə götürməyibsə, 4 illiklə də götürməyib, 2 illiklə də götürməyib. Çünki digərləri götürmüşdü onu. Bir də dənə qalır nə? 1 illik kredit. Deməli, Hikmət də 1 illik kreditlə götürür. Əhmədə isə neçə qalır? 3 illik kredit qalmış olur. Gördünüz, artıq bayaqların boş olan cədvəlimiz bir dənə o şərtə görə necə dolmuş oldu. Bunu silək buradan. Burada bir dənə məsələ qalırdı. İlkin ödənişlər məsələsi. İlkin ödənişlər məsələsində isə bir neçə ehtimal var idi. İndi qoy birinci misalımızı həll edək. Birinci misalda ona gərək olmayacaq. 91-i həll edəndə indi onu deyəcəm. Mətnə sizən aşağıdakılardan hansı səhvdir? Sabirin mənzilinin sahəsi 80 kvadrat metrdir. Baxın, Sabirin 80 kvadrat metr düzdür. Hikmət mənzili 4 illik kredit alır. Baxın, Hikmət mənzili 4 illik yox, 1 illik kreditlə almışdı. 90-cı sualda cavabımız oldu. B variantı. Rahat-rahat hər şey gözümüzün qabağındadır. Sabir mənzil üçün 6000 manat ödəniş edir. Baxın, Sabir 6000 manat ödəniş edir. Düzdür. Əhməd mənzili 3 illik kredit alır. Baxın, Əhməd 3 illik kredit alır. Düzdür. Vasifin mənzili 5-ci mərtəbədədir. Bəli, Vasifin mənzili 5-ci mərtəbədədir. Düzdür. Hamısı düzdür. 90-cı sualda cavabımız olur nə? B variantı. 91-ci sualda. Bax, bu sual deyirdim ki, aşağıdakıların neçəsi mütləq səhvdir deyir. Bu hissə biraz qarışıq ola bilərdi, amma Əhməd kiçikdir Vasif şərtini nəzərə almaqla indi onları da qeyd edəcəyik. Bu ilkin ödənişlər barəsində bildiyimiz nə idi? Əhmədin Vasifdən az ödədiyi, başqa heç bir məlumat vermirdi ki, digərləri necə olsun. Amma 6, 7, 8 min manatlıqlardan da 2 dəfə hamısından istifadə eləməmiz lazımdır. Yəni 6, 8 minlik istifadə edeyim, 7 minlik qalsın, yox. 6, 7, 8 minlik ehtimallarımızda həmsində istifadə olunmalıdır. İndi tutaq ki, 6000 manatlıq Sabir idi, düzdür? Bir ehtimalıma görə düşünürəm ki, Əhməd də elə 6000 manatlıq alıbdır. Əgər Əhməd 6000 manatlıqdırsa, Vasifə neçə düşür? Vasifə ya 7000 manatlıq mənzil düşür. Çünki Əhməddən böyük daxı Vasifin ödədiyi məbləğ 7000 düşür. Avtomatik Hikmətə neçə qalır? 8000 qalmış olur. Və yaxud da ki, yenə eyni ehtimalı yazıram. Sabir zaten 6000 idi. Əhmədə yenə 6000 verirəm. Əhməd Vasifdən kiçik olduğuna görə bəlkə Vasif 8000 ödəyibdir. Yəni 6000-dən kiçikdir. 8000 böyükdür də 6000-dən. Bu ehtimala görə Hikmətə neçə qalır? Hikmətə 7000 qalmış olur. Başqa bir ehtimalımda Sabir yenə 6000 olduğu kimi qalır. Bəlkə Əhməd 7000 manat ödəniş edibdir. Əhməd 7000 manat ödəniş edəndə avtomatik Vasif 8000 manat ödəniş eləmiş olur. Artıq burada 6, 7, 8000 manatlıqların hamısının adı keçərli olduğuna görə bir də o ehtimal hamısını yazmıram. Hikmətə isə bura 6000 də yaza bilərəm, 7000 də yaza bilərəm, 8000 də yaza bilərəm. Çünki başqa bir şərtim yoxdur ki, mənim daha konkret bir şey çıxardım. Amma bu şərtlər də mənə kifayət edəcək ki, cavabımı tapıb ortaya çıxardım. Şərtləri yaxşı oxusaz, baxarsınız ki, ilkin ödənişlə bağlı heç bir şey yoxdur. Və 4 nəfərə qarşı 6, 7, 8, 3 dənə ödəniş vermişdi. Ona görə təkrarlamalar baş verərdi. Əhmədin Vasifdən kiçik olduğunu deməsəydi, onda aləm ümumiyyətlə dəyərdi bir-birinə, amma rahat-rahat burada artıq bu ehtimalları çıxarda bilirik. İndi oxuyuruq. 3-cü mərtəbədə yerləşən mənzil üçün ödənilən ilkin məbləğ 5-ci mərtəbədəki mənzil üçün ödəniləndən azdır. 3-cü mərtəbədə kim idi? Sabir. 6000, 6000, 6000-dir, düzdür? Deyir ki, 5-ci mərtəbədəki mənzil, yəni Vasifdən azdır deyir. Düzdür da? Vasifin
7000, 8000, 8000 olma ehtimalları var idi. Hər ehtimalda bu bina 6000 ondan kiçik olur. Deməli, birinci şərtimiz düzdür. Mənzil alan bu şəxslərin 3-ü Sabirdən çox ilkin ödəniş ediblər. 3-ü. Birinci ehtimalıma görə ikisi ödəmişdi. İkinci ehtimalıma görə yenə ikisi çox ödəmişdi. Üçüncü ehtimalıma görə üçü çox ödəyə bilərdi. Yəni bu ola da bilər, olmaya da bilər. Mütləq səhv deyil. Mütləq səhv deyil. Ola da bilər, olmaya da bilərdi. Sahəsi 80 kvadrat metr olan mənzil üçün 7000 manat pul ödənilibdir. Amma sahəsi 80 kvadrat metr olan mənzilin Sabirin mənzili olduğunu görürəm və heç bir şərtdə dəyişmir onun qiyməti. Əvvəldən müəyyən olunmuşdu, 6000 manatdır. Bu mütləq səhvdir. Birincisi artıq mütləq səhvimiz oldu. 1 illik kredilə alınan mənzil üçün, yəni Hikmətin mənzili üçün 6000 manat ilkin ödəniş olunub. Baxın, bu üçüncü ehtimalımda 6000 manat ilkin ödəniş olunma ehtimalı var idi. Digərlərində yoxdur, amma bu mütləq səhvdir deyə bir şey də deyil. Yəni, ola da bilər, olmaya da bilər. 1 və 3 illik kreditlə alınan mənzillər üçün ilkin olaraq ödənilən məbləğlər fərqli olubdur. 1 və 3 illik kredit. 1 ilə 3 illik kimindir? Hikmət və Əhmədindir. Fərqli olub deyir, düzdür? 8000-dən birinci ehtimalıma görə 8000-dən 6000 fərqlidir, bəli. İkinci ehtimalıma görə 7000-dən 6000, bəli, fərqlidir. Amma üçüncü ehtimalıma görə burada deyirdim axı ki, bu 3-ün 3-ü də ola bilər. Burada 7000 var, burada da 7000 var. Nədir? Bunlar bir-birinə bərabərdir. Yəni, bunun ilkin olaraq ödənilən məbləğlər fərqli də ola bilər, eyni də ola bilər. Yəni, mütləq səhvlərimizdən deyil. Aşağıdakılardan, bunu dairəyə almayaq, çaşdırmasın. Aşağıdakılardan deyir, neçəsi mütləq səhvdir? Deməli, 91-də cavabımız oldu. Y variantı bircə dənəsi səhvdir. Gəlik 92-ci suala. Mənzil alanlardan ikisi 8000 manat ilkin ödəniş eləyiblərsə, artıq şərti bizim üçün konkretləşdirir. Son hissədə deyir ki, mənzil alanlardan ikisi 8000 manat ilkin ödəniş ediblərsə, bu şəxslər kimlərdir? 2 dənə 8000 vəziyyətini mən hansı vəziyyət yarada bilirdim? Bu şərtimdə yarada bilirdim. Yəni, ən sonuncu şərtimdə yarada bilirdim. Üçüncü ehtimalımda. Burada da 8000 götürəcəm, artıq 6000-dən 7000-i silirəm. Bu Vasifin də 8000 olma ehtimalı var idi. Yəni, digər şərtlərdə baxın, 8000-dən bircə dəfə istifadə olunub. İkinci şərtimdə də 8000-dən bir dəfə istifadə olunma. Üçüncü ehtimalımda 8000-lərin ikisinin ilə də istifadə olunduğu vəziyyəti görə bilirəm. 8000 burada, 8000 burada. Deməli, kimdir 8000 manat ödəniş edən şəxslər? Hikmət və Vasif. 1 ilə 4. Cavabımız oldu. 92-ci sualda Y variantı 1 ilə 4. Bax belə. Daha yaxşı başa düşəsiz deyə asta-asta, hissə-hissə izah elədim. Ümid eləyirəm ki, bu sual tipində sual görəndə rahat-rahat bax bu formada cədvəllərə bölüb o məntiqi həmlənin də etmiş olacaqsınız. Bizdəki məntiqi həmlə nə idi? O Vasifin mərtəbəsini tapmaq. Hər şey onun başında dolanırdı. Deməli, nəhayət ki, bitirdik bunun izahını. Keçdik 93 və 95-ci sualların izahına. Cədvəldə A və B ambarlarında olan 5 növ meyvədən bəziləri kiloqramla miqdarı və ya həmin ambarda bütün meyvələrə görə faiz nisbəti verilibdir. Baxın, bura A ambarıdır, bu tərəfdə B ambarıdır. Faiz nisbətləri də verilibdir. Kiloqramlarla bir yerdə. Burada faizlərdir, burada da kiloqramlardır. Gəlin, birinci A ambarında olanları doldura bilərik. Yəni, bütün verilən çəkilərə görə rahat-rahat A ambarında mən çəkiləri də, faizləri də çıxarda bilərəm. Hələ sualımı oxumadan deyirəm ki, 100 kiloqram bananın 20% isə, yazıram bura, 100 kiloqram bananın 20%dirsə, bəs 80 kiloqramın neçə faizdir? Yazıram, 80 kiloqramın neçə faizdir? X faiz. Bu olur neçə? 100x bərabərdir, 80-i 20-yə vuranda 1600, x də bərabərdir 16. Yazdım bura neçə? 16. Bir də sizə bir asan üsul deyim. Baxın, faizə görə ədədlərlə baxmağına görəndə görürsünüz 100 ilə 20 arasında necə münasibət var. 100-ü 5-ə böləndə 20 eləyir da. Birincidən özüm demədim ki, tam rahat başa düşəsiniz. 80-i 5-ə böləndə neçə eləyirdi? 80-i 5-ə böləndə həqiqətən 16 eləyirmi? Biz faizlə tapanda neçə tapdıq ki? 16 tapdıq. İndi hesablamadan deyəcəm. Sonra hesablayacağım, görün hələ düz deyirəm, yoxsa yox. Baxın, burada 24 yazılıb, düzdür? 24-ü 5-ə vuran neçə eləyir? 120. Mən deyirəm ki, alma 120 kiloqramdır. İstəsiz gəlin yoxlayaq. Yəni yazıram, 100 kiloqram bananın 20%dirsə, bizdə almanın 24% olduğunu deyir. Bəs neçə kiloqramda 24%dir? Bunu hesablayanda yenə çarpaz vururam, olur 20x bərabərdir 24 vurulsun 100-ə. X də bərabərdir 2400-ü 20-yə böləndə 120 eləyir. Mən nə yazmışam bura? 120.
Yəni bəzən bu üsullardan istifadə edib rahat-rahat yaza bilərsiniz. 120 kiloqram. Digərlərini artıq yoxlamıram, birbaşa 5-ə vurub yazacağam. Onu 5-ə vuranda neçə eləyir? 50 eləyir. Siz yenə yoxlayın ki, 100 kiloqram bananın 20%-dirsə, bəs 10% neçədir? 50. Heç bunu yoxlama da dəyməz. 20 100-dürsə, 10 da onun yarısıdır da. 50-nin də yarısı neçədir? 100-dür. Bir dənə qalır portağal. Hə, portağalı necə tapasınız? Bu da çox rahatdır. Burada faizlər, biz faizi neçə faiz qəbul? 100%, tam faizimiz 100-dür. 100 qəbul edirsə, burada 24 var, 16 da bu elədir 40, 20 bu 60, 10 da bu 70. Nə qədər qalıb? 30% qalıb da. Bura rahat-rahat 30-u yazdım, getdi. Biz nə edirdik? Əlaqə necə idi? Niyə deyirəm, siz özünüz yoxlarsınız. Deyirsiniz ki, 50 kiloqram 10% isə, bəs 30% neçə kiloqramdır? Mən bura birbaşa yazıram, 150 kiloqram. Çünki 5-ə vurmaqla tapırdım. Bu A anbarında olanlardır. Heç bir şərt oxumadan, yəni sualların şərtini oxumadan rahat-rahat çıxarda bildim. İndi keçirəm 93-cü suala. Mənə lazım olacaq. La belə buradan 95-ci suala gözüm dəydi. 95-ci sualda soruşurdu ki, neçə kiloqram portağal var A anbarında? 95-in cavabını tapmış olduq. Y variantı 150 kiloqram portağal var. Gəldik 93-cü suala. Əgər A anbarındakı almanın miqdarı B anbarındakı armudun miqdarına bərabərdirsə, A anbarındakı alman miqdarı neçə kiloqram tapdıq? Tapdıq ki, 120 kiloqramdır. B anbarındakı armudun miqdarına bərabərdirsə, yazıram bura 120 kiloqram. Bundan sonra da rahat-rahat tapacağım. Deyir, B anbarında neçə kiloqram banan var? Bananda görsünüz heç bir şey verilməyibdir. Yenə də məcbur tapmalıyıq hamısını. Yenə əlaqəni qura bilərəm. Təbii ki, 120-dən 40-ı necə alır? 3-ə bölməklə alır. Amma yoxlayacağım birincisini daha rahat olur, ürəyiniz rahat olsun deyə. 120 kiloqramı 40%dirsə, bəs 60 kiloqramım neçə faizdir? Buradakı 60-ı tapım, x faizdir. Olur 120x bərabərdir. 60 vurulsun 40-a. X də bərabərdir 60 vuraq 40 bölünsün 120-yə. Bundan bu gedir, burada 2 qalır neçə? 20. Mən nə demişdim? Əlaqə necə idi? 3-ə bölmək. 120 3-ə böləndə 40 eləyirsə, 60-ı da 3-ə böləndə 20 eləyəcək. Digərlərini yoxlamağa gərək var. Yoxlamağa gərək var, sözünüz yoxlayarsınız. 36-yı 3-ə böləndə neçə eləyir? 12%. Deməli, buradadır. Sonra 18-i 3-ə vuranda yada saxlayın, ha. Kiloqramdan faizə gedəndə bölürəm, faizdən kiloqram gedəndə vururam. 18 üstə vuranda neçə eləyir? 54. Deməli, 54 kiloqram 18%-dir, 60-ın 20-dir və s. Bananı soruşur. Bayaqki işlətdiyimiz taktikadan yenə işlədəcək. Burada faizlər verib 100-ə tamamlamalıyam. 12 var, 40 var, elə də 52. 18 də bu 52, 18, 70, 20 də bu 90. 90-dırsa 100-ə tamamlamaq üçün 10%-im qalıb. Yazdım bura 10. 10 yazandan sonra isə nə ilə əlaqə nə idi? 3-ə vurmağı düzdür. Burada nə qalmış olur? 30 kiloqram qalmış olur. Deməli, A anbarında alman miqdarı B anbarındakı alman miqdarına bərabər olanda B anbarında neçə kiloqram banan var? 30 kiloqram banan var. 93-cü sualda cavabımız oldu A variantı. Gəldik 94-cü suala. Artıq 93-cü şərti idi. Ha, bax bunu silməlisiniz. Mütləq şəkildə yadda saxlayın. Bu sadəcə 93-cü sual üçün keçərli idi. Yaxşı, bəs bunları niyə silmirəm? Çünki mən o sualı, bu şərtləri sualların şərtinə görə düzməmişəm ki, mən özüm tapmışdım bunları. Ona görə silmirəm A anbarındakı. Əgər A anbarındakı portağalın miqdarı B anbarındakı banandan 120 kiloqram çoxdursa, portağal, düşünün ki, buradakı nədən? Banandan 120 kiloqram çoxdursa. Burada onda banan neçə kiloqram var? 30 kiloqram orada. İndi cümləni bir də oxuyum. Əgər A anbarındakı portağalın miqdarı B anbarındakı banandan 120 kiloqram çoxdursa, bəli, 150, 30-dan nə qədər çoxdur? 120 kiloqram çoxdur. B anbarında neçə kiloqram armud var? Hə, indi bayaqlarım görürdük ki, kiloqram verəndə faizin verirdi, faiz verəndə kiloqramın verdi. Bəs bunu necə eləyəcək? Burada fikir verin, kiloqram verəndə faiz yoxdur, faiz verəndə kiloqram yoxdur. Ay aman, aləm dəydi bir-birinə? Xeyr. Yenə də bir məntiqi həmlə eləməmiz lazımdır. O məntiqi həmlə nədir? Ümumi faizi biz neçə qəbul edirik? 100% qəbul edirik, düzdür. O 100%-in baxıram ki, 40% ilə 18% verib. Yəni, 58% artıq verilibdir. 58%-dən əlavə neçə faiz qalıbdır? 42% qalıbdır, düzdür. 58, 42, bəli. 42% qalıb. O 42% haradır? Yenə deyirəm, bilmirəm bura neçə faizdir, bura neçə faizdir, bura neçə faizdir. Amma bilirəm ki, bu üçün cəmi neçədir? 42-dir. Bu üçünün cəmi 42-dirsə, onda buradakı kiloqramları da cəmləyib elə 42% qəbul edə bilərəmmi? Təbii ki, qəbul edə bilərəm, elə həll üsulumuz da odur. Bir də təkrar edirəm ki, bu 100-ə tamamlamaq üçün bilirəm ki, bu boş xana və bu boş xana, bir də bu boş xanadakı faizlər ümumi olaraq 42%-dir. O 42%-dirsə,
Bu kiloqramlar da görürsünüz elə həmin o boş xanaların qabağındakı kiloqramlardır. O kiloqramların cəmi deməli ümumi 42% deməkdir. 36, 30, 66, 60 da bu 126. Düzdür? 90, 126 bəli. 126 kiloqramın 42% isə bizdən nəyə soruşurdu? Və anbarda neçə kiloqram armud var? Elə birbaşa armud olan hissəni tapaq ki, vaxtımız çox getməsin. Hamısını digərlərini də tapa bilərəm, amma bizə armud lazımdır, armudu tapaq da. 40%. Yazıram bura 40%. Burada da x kiloqram. Deməli, 126 kiloqramın 42% isə x kiloqramın da 40%-dir. Bunu hesablayanda isə çarpaz vururuq. Olur nə? 42x bərabərdir 126 vurulsun 40-a. X də bərabərdir 126 vurulsun 40 bölünsün 42-yə. 126-dan 42, 42 ixtisar gedir. Burada qalır 3. 3-ü də 4-ə vuranda, 40-a vuranda eləyir necə? 120. Deməli, 120 kiloqram nə var imiş? 120 kiloqram B anbarında armud var imiş. Buraya yazıram necə? 120 kiloqram. İndi buna əsasən başqa bir şeylər də soruşsaydı, tapa bilərdiniz ki, 120 kiloqramın 40% isə digəri neçə faiz? Elə bir də başa görürəm ki, burada da əlaqə nə idi? 3-ə bölünmə olan əlaqədir. Deməli, 94-cü sualımıza da cavab oldu nə? D variantı. 95-ci sualda da soruşurdu ki, anbarda neçə kiloqram portağal var? Zaten bunu da tapmış olduq. Bax, belə. 29 yanvar sınavında keçirilmiş sınağın, 29 yanvarda keçirilən sınağın izahı da bu qədər. Növbəti izahlarda, növbəti sınaqlarda görüşənədək sağ olun, hələlik.